Hər vaxtınız xeyir. MİQ və sertifikasiya hazırlayan ibtidai sinif müəllimlərimizi nəzərinə çatdırım ki, artıq bundan sonra biz sizə ödənişsiz formada maksimum dəstək olacaq. Elə bir dəstək ki, inanmıram ki, hansısa ödənişli dərsə qoşulanda sizə bu formada, bu cür geniş miqyasda və bu cür keyfiyyətdə xidmət göstərsin. Təbii ki, bu mənim şəxsi fikrimdir. Dərslər YouTube kanalımızda ödənişli şəkildə paylaşılandan sonra özünüz də baxıb dəyər verəcəksiniz. Təbii ki, bu da sizin seçiminiz olacaq. Amma dəstək qarşılığı olmalıdır. Biz sizə maksimum dəstək göstərməyə çalışacağıq və bu dəstəyimizi davam etdirməyə çalışacağıq. Bunun müqabilində siz də bizə dəstək olmalısınız. Aylıq 20 AZN ödəniş etməklə bizim sınaq qrupumuza qoşulursunuz və bizə dəstək olmuş olursunuz. Amma sınaq qrupuna boş-boşuna qoşulmursunuz ha. Sınaq qrupuna da qoşulanda həm bizə dəstək olmuş olursunuz, həm də biz sizi biraz daha mükəmməl bir şəkildə təkmilləşdiririk. Görün nələr əldə edirsiniz. Sınaq qrupuna qoşulanda, artıq bu ödənişli qrupa qoşulanda deyirəm nələr olacaq. Ki, qoşulmayanlar buradan da olsa öyrənə biləcəklər. Sınaq qrupuna qoşulanlar mövzu sınaqları əldə edirlər. Elə belə mövzu sınaqları deyil bu. Baxın, məsəl üçün 6 dənə sınaqdır. Baza dərsini əhatə edən sınaqlar o öz yerində. Ondan sonra MHM kitabı başlamır. Siz 2 mövzu izahını izlədiniz, o 2 mövzu testini işləmədiniz. Bax, o 2 mövzunu əhatə edən mövzu sınağı 1. Mövzu sınağı 2-də digər 2 mövzunu əhatə edən mövzu sınağı. Mövzu sınağı 3-də hər 2 dənədən bir. Başdan ayağına öyrənmişsə o bax, bir ilə ikinci sınaqdakı mövzular. Yəni indiyə kimi nə öyrənmişsə onların qarışıq sınağı. Bax, mövzu sınağı 4-də 2 mövzu, mövzu sınağı 5-də 2 mövzu, mövzu sınağı 6-da yenə də 1-dən 5-ə kimi. Yəni başdan ayağa. Yəni həftə 3 dəfə mövzu sınağı paylaşılacaq və təbii ki, onların izahı. Bir dəfə mövzu sınağı, ikinci dəfə mövzu sınağı, üçüncüdə isə yenə mövzu sınağıdır, amma başdan ayağa. Növbəti həftə mövzu sınağı 2 dənə. Üçüncüdə 2 həftə bir yerdə başdan ayağa. O bir həftə mövzu sınağı yenə də başdan. Yəni bu formada 40 dənə mövzu sınağının və mövzu sınağının izahını izləyəcəksiniz, işləyəcəksiniz və izləyəcəksiniz. Və imtahana 1-2 ay qalmış vaxtda isə ümumi sınaqları keçdik. Hazırda burada 80-dən çox ümumi sınaq var. Əlavə sınaqlar da əlavə olacaq. 2-3 ay qalmış isə gündəlik biz sizə sınaqları verəcəyik və həmin sınaqların izahını verəcəyik. Və bundan da əlavə bizim ödənişli WhatsApp qrupumuzda olacaq. Daha doğrusu ödənişli WhatsApp qrupumuzda olacaqsınız həmin qrupa qoşulanda. Həmin WhatsApp qrupunda da gün ərzində kimin nə sual yazır, gecə gündüz səhər sualını yazır və mən sutka ərzində mütləq şəkildə cavablandırıram o sualları. İstər sınağa aid, istər YouTube-da izlədiyi mövzu izahına aid sual yarana bilər, istər başqa bir vəsaitdən sual yarana bilər, fərq yoxdur. İbtidai sinif müəllimlərini əhatə edə biləcək bütün suallara bir yerdə müzakirə eləməyə mən hazır, təbii ki, riyaziyyatdan, başqa fəndən demirəm. Belə, ağlıma gələn bütün məlumatları verdim. Əlaqə nömrəsi burada olacaq, 077 325 70 77 nömrəsinə WhatsApp-da yazaraq dərslərimizə qoşulub həm bizə dəstək olmuş olarsınız, həm də özünüzü biraz da təkmilləşdirmiş olarsınız və ümid edirəm ki, bizə mütləq şəkildə dəstək olacaqsınız. Keçək videomuza. Hər vaxtınız xeyir. MHM kitabından izahımıza qaldığımız yerdən davam edirik. Bu dəfəki mövzumuz qarşı-qarşı hərəkətdir. Qeyd edim ki, bundan əvvəlki videoda biz sürət məsələlərini öyrənmişik. Ümumi anlayışları. Mövzu izahını ətraf şəkildə vermişik. Ta nöqtə vergülünə kimi mövzu izahını vermişik. Düstur hardan yaranır, düsturumuz nədir? Ondan sonra öyrənmişik ölçü, zaman vahidlərini necə çeviririk, sürət vahidlərini necə çeviririk və ondan sonra da 73 dənə testi izah eləmişik. Görürsünüz, bu video 74-dən başlayır. Yəni siz birinci mütləq şəkildə kimizdən mütləq həmin videoları izləməlidir, mövzunun testlərini işləməlidir, başa düşməli testlərin izahına baxmalıdır, özünü orada təkmilləşdirməlidir, sonra keçməlidir bu mövzuya. Çünki bu mövzu həmin o mövzunun törəməsidir və çox aslında o mövzu normal başa düşmüşsə, bundan sonra qarşı-qarşı hərəkət gəlsin, əks istiqamətli hərəkət fərqi yoxdur. Sürətə aid nə məsələ tipi gəlir gəlsin, əvvəl qorxduğunuz tutaq ki, indi qorxmayacaqsınız. Çünki onu normal öyrənmişsinizsə, bunları da su kimi başa düşəcəksiniz. Baxın, qarşı-qarşı hərəkətin də birinci düsturunu bəlkə çoxunuz bilirsiniz, amma bir də hələlik yaddan çıxarın o düsturu. O düsturun çıxarışını gəlin bir yerdə eləyək. Hamımız bir yerdə bilmirik güya. Müzakirə edirik öz aramızda. O düsturun çıxarışını edirik. Özümüz düsturun çıxarışını etsək, onun tam məntiqini tutacaq. Onsuz düsturu əzbərləyəcək, yox heç. İstəmədən əzbər yadımızda qalacaq, çünki məntiqini tutmuşuq. Ona görə düsturu bilənlər bir dənə düsturu atsın kənara, güya bilmir. Güya bir yerdə müzakirə edirik və o düsturun çıxarışını özümüz eləyək. Orada hər sözün mənasını başa düşməyə çalışaq, ümumi vəziyyəti başa düşməyə çalışaq. Ondan sonra keçəcəyik dənə testlərimizi işləməyə. Birinci bu bizim mövzu izahımızdır, dilimi dolaşdırırsan. Başlayaq. Deməli, mövzunun adı nədir? Qarşı-qarşı hərəkət. Bunu hamımız bilirik. Qarşı-qarşı hərəkət nədir? Yəni,
Tutaq ki, məsələlərdə belə deyirlər də, 2 dənə məntəqə verilir. Tutaq ki, A məntəqəsi, B məntəqəsi fərqi yoxdur. Və buradan 2 dənə nə olsun? 2 dənə hərəkət edən bilən bir şey də. İnsan da ola bilər orada, hərəkət eləsin də tək ki. Motosikletçi ola bilər, avtobus, maşın, traktor, at, atlı, it. Fərqi yoxdur da. Hərəkət edən bilən bir şey. Canlı və ya cansız. Deməli, qarşı-qarşıya hərəkət edir. Qarşı-qarşıya üstündə burada göstərmişəm, belə də göstərmişəm. Mən belə gəlirəm, o biri də belə. Qarşı-qarşıya hərəkət edir. Buradan da görürsünüz. Və məsələlərdə bizə deyir ki, 2 məntəqə arasında məsafə verilir. Birincisi mən onu deyim sizə. Bax, Hindidən. O S düsturu tapacaq, S. O S 2 məntəqə arasındakı məsafənin düsturu deyil. O S qarşı-qarşıya hərəkət edənlərin ikisinin birlikdə getdiyi yolun düsturudur. Onu bir yerə tapacaq. Tezdən deyirəm. Bax, əvvəldən bunu tam tutun. Məsələdə heç bir problemimiz yoxdur. Ən vacib şeydir. Asan görsən, amma ən vacib şeydir. S dediyimiz şey 2 məntəqə arasındakı məsafə deyil. S dediyimiz şey. Bəzi hallarda bir-birinə bərabər olacaqlar. O heç. Yəni ki, gedilən yolla 2 məntəqə arasındakı məsafə bərabər olacaq. Onları deyəcək, 2 dənə halda ikisini deyəcək, su kimi öyrənəcəksiniz. Amma hindidən bunu bilin. Biz düstur xahiş edəcəyik. S bərabər nəsə tapacağıq. S ikisinin bir yerdə getdiyi yollardır. İkisinin bir yerdə getdiyi yol. Yəni bunun getdiyi yolla bunun getdiyi yol ikisi bir yerdə. Yaxşı, bax mənlə Vəli üz-üzə gəlmirik. Mənim getdiyim yol, Vəlinin getdiyi yol toplanır, ikisimizin bir yerdə getdiyi yoldur. O S onu verir bizə. S 2 məntəqə arasındakı məsafə deyil. Ola bilər olsun, ola bilər. Təbii ki, çox vaxt olacaq. Amma siz qarışdırmayın. S gedilən yoldur. İkisinin bir yerdə getdiyi yoldur. Çox təkrarladım, çünki çox vacibsiz. Burada çaşırlar. Başlayıram. Əgər S axtaracağam mən, bu S ikisinin bir yerdə getdiyi yolda bunu axtaramsa mən, deyirəm, yaxşı. Məsələlərdə mənə nə verirlər? Deyirlər ki, eyni anda çıxdılar. Çox vaxt deyirlər, eyni anda çıxdılar. Eyni anda nə deməkdir? Məsəl üçün, sabah görüşək, deyirsən, hə. Deyirəm, mən saat 8-də çıxacağam. Deyirəm, mən də saat 8-də çıxacağam. Eyni an, bu deməkdir. İkisində 8-də çıxdıq, məsəl üçün. Eyni anda çıxdılar və eyni anda görüşdülər. Tutaq ki, gəldik, burada görüşdük. 2 dənə məntəqədən, mən Balxanadan çıxdım, o Nərmanovdan gəldik, bir dənə orta nöqtədə görüşdük. İndi, mənim sürətim nə idi? Orada hər hansı bir ədəd verirlər, biz hərflərlə yazırıq. V1 düsturu çıxartmaz. Bunun sürəti V1-dir, bu bir tərəfdən gələn sürəti V2-dir. Və bunların zamanları eyni olur. Niyə? Çünki biz eyni anda çıxmışıqsa, bax, ikisimiz də saat 8-də çıxmışıq və tutaq ki, 12-də görüşürük də süzünə, sənlə, kimsənsə, sənlə. Saat 8-də çıxdıq. 12-də görüşəndə salam əleykum. Eyni anda çıxmışsınız, onsuz görüş eyni anda olur da. 2 nəfər bir-birinə eyni anda görüşdük. Sən mənə deyirsən ki, Asim, saat 8-də çıxmışam, 12-də indi görüşürük. 4 saat, mən də sənə kimi 8-də çıxmışam, 12-də görüşmüşük. Mən də 4. Yəni zamanımız eynidir. Sən 4 saat yolda olursan, mən də 4 saat yolda olmuşam. Deməli, T'ləri bunların zamanları eynidir. T eynidir. Bu da T saat yolda olur, bu da T saat. Onda bax, bunun getdiyi yol tapmaq sənə üçün işlədir. Bunun sürəti V1-dirsə və T saat yol gedibsə, bu nə qədər yol gedib? Sürəti zamana vurmuruq. Əvvəl öyrənmişik ümumi anlayışlarda sürətin. S nəyə bərabərdir? V vur T-yə. Yəni yolu tapmaq üçün, gedilən yolu tapmaq üçün sürətimi zamana vurmalıyam. Bunun da sürəti V1-dir. V1-i vuram T-yə. Allah burada yazın. V1 vur T. Bax, bu oldu onun getdiyi yol. Bu da 10 kimi çıxıb burada. Bu da 10 kimi T saat yol olub. Sürəti V2-dir. Onda V2-ni T-yə vuracağım. Bunun getdiyi yolu tapacağım. Demək, ikisinin bir yerdə getdiyi nə qədər olacaq? Bunun yoluna onun yolunu toplamalıyam. Yəni V1 vur T ilə toplamalıyam V2 vur T-ni. Bax, düstur buradan yaranır. Və biraz da sadələşdiriblər. Deyirlər ki, vur T, vur T. İkisinin də ortaq vurğu T-dir. T-ni ortaq vurğu kimi mötərizə xaricdən çıxardıblar. Deyirlər ki, T-ni çıxardan T də bayıra çıxırsa mötərizənin içində olmur axı artıq. Mötərizə nə qalır? V1 plus V2 qalır. Və biraz da rahat olsun deyə deyiblər ki, vurğuların yerini dəyişir. T vur V1 plus V2 yoxsa ya da və ya V1 plus V2 vur T. Fərqi yoxdur axı, bunların yerini dəyişirəm. Vurğuların yerini dəyişəndə hansı dəyişmir ki? Düsturu bu halı götürülür. S bərabərdir V1 plus V2 vur T. Bu oldu bizim qarşı-qarşı hərəkətimizin düsturu. S nəyə bərabərdir? V1 plus V2 vur T. Bunu əzbərləyə də bilən məntiqlə də bildim ki, hardan çıxır? Bunlar T saat yolda olublarsa, bunun sürəti V1-dir. Axı bu gedib V1 vur T, V-ni T-yə vuruqda normalda yol tapmaq üçün. Bu da V2 vur T. İkisi bir yerə nə qədər gedib, getdi yollar toplayıblar, oradan bu düstur yaranıb. Yəni düstursuz da gedə bilərəm. Amma bunu da bildim. Hə, düstur setin deyir. Amma bu bayaq dediyim şeyə tezdən qayıdıram. Buna baxanda deyirsiniz ki, ay Rasim, hələ V1 vur T, V2 vur T, yəni bu yol. Bunları toplayanda sən tapdın ha.
Bu hələ 2 məntəq arasındakı məsafəni verdi. Bəs sən deyirdin ki, S 2 məntəq arasındakı məsafə deyil. Yəni deyirəm, S 2 məntəq arasındakı məsafəyə bərabər ola bilər. Amma bizim tapdığımız S 2 məntəq arasındakı məsafə deyil əslində. Fikrim aydın olur. Bərabər ola bilər ha, amma bu o demək deyil ki, həmişə S 2 məntəq arasındakı məsafədir. Necə? S nədir ümumiyyətlə? Biz S tapdıq ha, əvvəldən demişdim. İkisinin bir yerdə getdiyi yoldur. S nə vaxt ola bilər? Onları qeyd edəcəm. Silim bunu, silirəm. Gəl bunu silim, qeyd edəcəm onlardan. Bax, yenə də 2 məntəq arasındakı məsafəni yazın bura, sonra S bərabərdir V1 plus V2 düsturu yazıram ki, bunu tez öyrəndik də, V1 plus V2 vur T. Düsturumuz budur. Və mən sizə demişdim ki, S 2 məntəq arasındakı məsafəni göstərmir. Bərabər ola bilər onlar bir-birinə. S onu göstərmir. S ikisinin bir yerdə getdiyi yoldur. Baxın, əgər, bayaqları var idi ya, əgər desə ki, onlar görüşüblər, bayaqki kimi, görüşüblər deyilsə, onda hələ bizim S-imiz ümumi yola bərabərdir. Ümumi yol. Hə, onda S-imiz ümumi, çünki görüşüblərsə, necə göstərim mən sizə, görüşü də məsafə, elə burada göstərim də, əgər görüşüblərsə, mən buradan bura kimi gəlmişəm, fərqi yoxları kimi, o da buradan bura kimi gəlib, təbii ki, ikimizin bir yerdə getdiyimiz yol, hissə götürəndə ümumi yolla bərabərdir, görüşmüş şartdırsa, deməli, mənim getdiyim yolun, onun getdiyi yol toplayanda ümumi bu 2 məntəq arasındakı məsafəyə bərabərdir. Yəni ki, mənim S-im ümumi yola bərabərdir. S yenə də gedilən yoldur ya, amma biz ikimiz bir yerdə bütün bu məsafəni getmişik, çünki görüşmüşük. Deməli, məsələdə bir dənə diqqətli olacaq nəyə? Düsturu bildik, S-in mənasını bildik. Diqqətli olacaq iki dənə hala. Bir, əgər görüşüblərsə bunlar, deməli, ümumi yolu gediblər. 2 məntəq arasındakı məsafəni, məsəl üçün ədədlə deyim də, demirsə 2 məntəq arasındakı məsafə 60-dır. Deməli, biz görüşən kimi ikimizə bir yerdə, mən 60 gedmişəm, yox, ikimizə bir yerdə. Mən 20 gedmişəm, sən 40, bəlkə də mən 30 gedmişəm, sən də 30, bəlkə də mən 10 gedmişəm, sən 50. Fərq yox, ikimizə bir yerdə o 60-ı gedmişik. Yəni 2 məntəq arasındakı məsafə hələ bizim ikimizin bir yerdə getdiyi yola bərabərdir. Görüş varsa, S ümumi yola bərabərdir. Məntiqin də başa düşdünüz də buradan. Amma həmişə bu o demək deyil də, bu S ümumi yola bərabərdir. S ümumiyyətlə gedilən yoldur. Burada bunların getdiyi yol hələ ümumi yol olduğu üçün S ümumi yola bərabər olur görüşəndə. Amma desək ki, görüşmürlər. Tutaq ki, məsələni belə deyir də. 2 məntəq arasındakı məsafə 60-dır, yenə də deyir. Və deyir ki, 3 saatdan sonra onun arasında məsafə 20 kilometr oldu. Bax, bunu çalışmayın da. Siz hələ 2 məntəq arasında məsafə görən kimi tutaraq yapışdırım ona ki, deməli S bərabərdir 60. Olmaz. Sən oxu, əgər məsələnin içində sənə desə ki, onlar görüşüblər, görüşüblərsə, deyirəm bax, görüşüblərsə, S hələ ümumi yola bərabərdir. S bərabərdir 60 yaza bilərsən, görüşüblərsə. Yox, sənə deyirsə ki, bax bunu sildim. Sənə məsələdə deyir ki, 2 saatdan sonra onun arasında 20 kilometr məsafə qaldı. Bax, vəziyyət də başa düş. Deməli, bu nə qədərsə gedib, bu da hər nə qədərsə gedib. Amma gəlib görüşə bilmirlər. Bunlar arasındakı məsafə, boşluq var, 20 kilometr məsafə qalıb. Deməli, onda əslində onlar nə qədər gediblər? Bunlar ikisinin bir yerdə getdiyi yol nə qədərdir? Bax, bunun getdiyi yolla bunun getdiyi yol. Bu 20-ni də getsəydilər 60 olsaydı, görüşməyiblər. Deməli, bu 60-dan 20 dənə azdır da, 20 kilometr, düzdür? Demək olar ki, bütün yol gediblər ikisinə. Bax, bu qədər gedib, bu qədər gedib. Amma 20 arada məsafə, bu 20-ni gedə bilər. Deməli, 60-dan 20 çıxmalıyam. Bu ikisinin bir yerdə getdiyi yol. Bunlar hər nəsədir. Bunlar toplayanda mənə 40-ı verməlidir. Çünki bu ikisi bir yerdə 40-dır ki, 20 də aralığında məsafə qalıb, 40-la 20, 60-ı versin bizə. Düzdür? Deməli, 2 dənə hal var. Görüşdüsə S ümumi yola bərabərdir. Amma tutaq ki, deyirəm, məsafə qaldı. Qısa yazın, məsafə qaldı. Görüşdü demir də, deyir, aralığında falan qədər məsafə qaldı. Onda S-imiz nədir əslində? Gedilən yol yəni. Gedilən yol budur. Ümumi yoldan, qısa yazıram, ümumi yoldan çıxmalısan həmin bu məsafəni. Bax, burada nə ümumi yolda 60-dan çıxdım, həmin o məsafəni 20 dedim ki, deməli, ikisinin bir yerdə getdiyi yol 40-dır. Bir dənə bunlara diqqətli ol, bu məsələ bizim seçin olacaq. Və salam. S bərabərdir V1 plus V2 vur T. Tezdən təkrarlayıram. S əslində ümumi gedilən yoldur. Ümumi deməyim, gedilən yoldur. İkisinin bir yerdə getdiyi yoldur. Düsturu bildim və S-in mənasını bildim ki, ikisinin bir yerdə getdiyi yoldur. 2 məntəq arası məsafə deyil. Amma bir halda mənim ümumi ikimizin bir yerdə gedilən yol, yəni S-im hələ 2 məntəq arası məsafəyə bərabər olur. Haçan görüşsək. Əgər biz görüşsək, deməli, hələ orada verirsə məsafə 60-dır, hələ mənim S-im də 60-dır. Yəni biz ikimiz bir yerdə 60 getmişik. İkinci hal nədir? Sənə deyə bilər ki, filan qədər məsafə qaldı, görüşdü demirlər. Görüşmürlər də məsafə qalıb, görüşə bilməyiblər.
Onda S nəyə bərabərdir? Yəni ikimizin bir yerdə getdiyi yol ümumi yoldan, yəni bu 60-dan, orada məsəl 2 məntəq arasındakı məsafədən, yəni ümumi yol deyəndə onu deyirəm. 2 məntəq arasındakı məsafədən bunların arasında qalan məsafəni çıxıram, yəni ümumi yoldan çıxıram məsafəni, aralarında qalan məsafəni. O bizim gedilən yolumuzdur. Məntiqini də başa düşdünüz, göstərdim burada. Bacardığım qədər tam ətraflı izah verməyə çalışdım. Neçə dəqiqə çəkdi? 11, 12 dəqiqə. Hə, başlayaq. Başlayaq məsələlərdə bunları tətbiq edəcək. Biraz da oturacaq beynimizə. 5-6 da məsələnin izahını özünüz baxın, ardına özünüz çox rahat gedə bilərsiniz. Bu eyni andadır. Bəzi məsələlərdə, axırlara yaxın xüsusən eyni anda olmur. Amma biz bunun məntiqini tutmuşuqsa, onsuz eyni anda olmayanda çox rahat həll edəcəyik, görəcəksiniz. Əsas bunlardan başlayaq. Eyni anda deməyəndə, məsələn, eyni anda çıxmırlar, biri 3 saat tez çıxır. O da problem deyil. İkisinin getdiyi yoldur. Sən bu sözün mənası biz qarşı-qarşıya hərəkət, bizim esimiz ikisinin bir yerdə getdiyi yoldur. Bizim heç bir problemi yoxdur artıq onun. Hə. Ne deyir bu məsələ? Deyir, iki maşın A və B şəhərlərindən qarşı-qarşıya yola düşdü, şəkil çəkməyə ehtiyac yoxdur. Lap yaxşı. Deyir, A'dan hərəkət edən maşının sürəti 40 km/saatdır. Bax, bir dənə sürət verir mənə. Sən qeydləri apar. Deyirsən V1. Burada 2 dənə sürət olacaq axı. Buna yazdım 40. B-dən hərəkət edən maşının sürəti 50-dir. Buna yazdım V2 bərabərdir 50. Sonra nə deyir? Maşının sürəti 50-dir. AB məsafəsinin 360 km olduğu məlumdursa, bu maşınlar neçə saat sonra görüşər? Aha, bax görüşər deyirsə, onda bunların getdiyi yol nəyə bərabər olacaq? Hələ 2 məntəqə arasındakı məsafəyə. Görüşər deyəndə bunların ikisinin bir yerdə getdiyi yol nəyə bərabər olur? Hələ 2 məntəqə arasındakı məsafə. Şəkil nəzərində göstərdik. Görüşər deyirsə. Onda 2 məntəqə arasındakı məsafə 360-dırsa, deyir, bax AB məsafəsi 360-dır. A ilə B arası məsafədə, yəni. Onda bunun ikisinin bir yerdə getdiyi yolda elə 360-a bərabər olmalıdır. Vəssalam. Sənin də zamanı soruşur, T-ni. Sən də su kimi öyrənmirsən, deyirsən ki, S nəyə bərabərdir? V1 plus V2 vur T-yə. Deyirsən, vəssalam. Deməli, V1 plus V2-ni T-yə vursan, mənə S-i verməlidir. 360 yəni, bax, 360. Yazıram bura. V1 plus V2, yəni 40 üstə gəl 50. Bax, 40 üstə gəl 50. Vurulsun T-yə, T-ni bilmirəm. Mən də hələ onu soruşum, zamanı soruşum, neçə saat sonra. V1 plus V2 vur T nəyi verirdi? S-i. S-in də 360 daxı, bərabərdir 360-a. Bunun da 40 ilə toplayanda 90. 90 vur T bərabərdir 360-a. Onda buradan T vurğum nəyə bərabərdir? T bərabərdir hasil digər bu. 360 90-a bölə cavab olur 4. Vəssalam. Deməli 74-cü testin cavabı oldu Y bəndi. Ümid edirəm ki, tam başa düşdünüz. Bir dənə gözləyin. Mən bunu da qoyum qabağıma. Diqqətli olaq deyə. Hə. 74-ün cavabı oldu Y. Silirəm bunu, keçirik 75-ə. 75. Deyir ki, A və B şəhərlərindən qarşı-qarşıya 2 avtomobil yola düşdü. Birinci avtomobilin sürəti 50 km/saat. Mən də qeydimi aparıram. Deyirəm V1 bərabərdir 50-yə. İkinci avtomobilin isə 40 km/saatdır sürəti, yəni. Buraya yazıram V2 bərabərdir 40. Avtomobillərin 3 saatdan sonra görüşdüyü məlumdursa, deməli T bərabər zamanı veriblər mənə 3 saat. T bərabərdir 3 və görüşdüyü məlumdursa deyir. Görüşdüyü məlumdursa, onda bunların getdiyi yol hələ nəyə bərabərdir? 2 məntəqə arasındakı məsafəyə. Çünki görüşürlərsə, deməli 2 məntəqə arasındakı məsafəni təmiz gedirlər. Yəni bunların gedilən yolu hələ ona bərabərdir. Onda mən gedilən yol, yəni S-i tapsam, mənə hələ nəyi verəcək? A və B şəhərləri arasındakı məsafəni verəcək. Çünki məndən A və B şəhərləri arasındakı məsafəni soruşurlar axı. Mən deyirəm ki, mənim düsturum, Rasim mənə deyib ki, S axı ikisinin arasında gedilən yolu göstərir. Bu məndən A və B şəhərləri arasındakı məsafəni soruşur. S-i gedilən yolu göstərir. Axı biz bunu da öyrənmişik. S gedilən yolu göstərir. Amma bunlar görüşürsə, deməli hələ 2 məntəqə arasındakı məsafəni təmiz gedirlər. Yəni sən bunların gedilən yolunu tapsan, hələ nədir? Məntəqə arasındakı məsafədir. Deyirəm əla. Onda S nəyə bərabərdir? S-i tapsam B-də sualın cavabı hazırdır. V1 plus V2 vur T. Yəni 50 üstə gəl 40 V1 ilə V2 topu. Vurmalıyam T-yə. Vurulsun 3. 50 üstə gəl 40 90 93-ə vuranda 270. Sualın cavabı hazır. 75-in də cavabı oldu D bəndi. Səbirli ol biraz vaxt, əgər hələ də tam tuta bilmirsənsə B-nin qarşısında tam başa düşsəysən. Burada çətin şey yoxdur. Düsturu bilməlisən və salam. Bir də ki o məsafələri qarışdırma yenə. Keçdik 76-ya. Yəni ki, görüşdü söhbəti. Tezdən deyirəm, görüşdüsə, hələ gedilən yol, yəni ki, S-im 2 məntəqə arasındakı məsafənin özünə bərabərdir. Görüşdü deməkdirsə, mənim S-im nəyə bərabərdir?
ümumi məsafə, yəni iki məntəqə arasında məsafə deyil, iki məntəqə arasındakı məsafədən arada qalan məsafəni çıxırsan. Çünki görüşməyibsə arada bir məsafə qalmalıdır. Mən səninlə görüşə bilmirəmsə, gəlmişəm sən orada deyirsən, mən burada görüşə bilmirəm də. Deməli bizim aramızda bir 20 metr məsafə qalmalıdır. Deməli iki məntəqə arasındakı məsafədən 20-ni çıxanda mənim S-imi verir, ikimizin getdiyi yol. Eyni şey dəfələrlə deyirəm, çünki bu hissə çox vacibdir. Belə çünki söhbətin bir şey yoxdur burada. A və B şəhərləri arasındakı məsafə 360 kilometrdir. Bax, S bərabərdir, mən belə məsələlərdə söyləyim, 360 yazmağa tələsmərəm. Bəlkə də yazacağıq. Əgər görüşdüdürsə, S-imi 360 yazacağam. Arasında məsəl üçün 20 kilometr məsafə qaldısa, 360-dan 20-ni çıxıb yazacağam. Çünki görüşdü deyəndə hələ S-im iki məntəqə arasındakı məsafəyə bərabərdir, yəni 360-a görüşdüdürsə. Yox, əgər desə ki, 20 kilometr məsafə qaldı, iki məntəqə arası məsafədən o 20-ni, qalan məsafəni çıxırıq. S-imiz ona bərabər olur. Hələ ki yazmıram 360 gözləyirəm. Sonra ki A şəhərindən sürəti saatda 60 km olan bir avtomobil yola düşdü. Yazıram burada V1 bərabərdir 60-a. Bu avtomobillər eyni zamanda B şəhərinə, bu avtomobil eyni zamanda B şəhərindən başqa bir avtomobil ona qarşı yola düşdü və 4 saat sonra görüşdülər. Görüşdülər dedirsə, indi mən 360 deməmişdim məsafəni, S-in qabağını 360 yaza bilərəm. Özüm bilə-bilə bunu edirəm ki, hər məsafə görəndə oraya yazmayasınız. Görüşdüdürsə bu məsafə bizim gedilən yolumuz. Ya bu S-imiz 360-a bərabərdir. Amma ikinci maşının B şəhərindən başqa bir avtomobil yola düşdü bizə. Onun sürətini mənə verməyib. V2 mən X deyim də verməyib baxın. Və 4 saat sonra görüşdülər deyir. Demək T-miz də 4-dür. İndi bizə nə soruşur? B şəhərindən çıxan avtomobil sürətini tapın. V2-ni deyir tapın da biz onu X demişik. Deyirəm problem yoxdur. Mən düsturu bilirəm. S nəyə bərabər idi? Burada yazıda salım. S bərabər idi V1 plus V2 vur T. Yəni ikisinin bir yerdə getdiyi yol. İkisinin bir yerdə getdiyi yolda bilirəm axı. Deməli mən bunu tapmaq üçün bu ikisini toplayıb 4-ə vurmalıyam. Yəni yazıram. Bax V1 plus V2. Yəni 60 üstə gəl. X V1 plus V2. V1 plus V2 göz bax bunlar. Vurulsun T. V1 plus V2 vur T. T'miz də 4-dür. Vurulsun 4. V1 plus V2 vur T mənə nəyi verirdi? S-i. S-imi də yazmışam axı burada 360 deməli bərabər olmalı 360-a. Buradan da 60 üstə gəl X nəyə bərabər olacaq? Hasil digər 364-ə böləm 90-a. Bunda X nəyə bərabər olacaq? 90-dan çıxıram 6 cəmdən digər toplanır. X-imi də 30 tapıram. Məndən də hələ onu soruşurlar. B şəhərindən çıxan avtomobil sürətini tapın. Onun da sürətinə V2 biz X demişdik. X-i də 30 tapdıq. Sualımızın cavabı oldu Y bəndi. 76-cı testdə oldu. Y. Silək bunda keçək 77-yə. 77-də görə nə deyir? Deyir, aralarındakı məsafə 600 km olan iki şəhərdən eyni zamanda qarşı-qarşı iki motosikletçi yola düşdü. 600-ü görmüşəm. S-im 600 ola bilər. S nədir? İkisinin bir yerdə getdiyi yoldur. Nə vaxt 600 olar? Görüşdü desə, hələ məsələni oxuyuram. Görüşüblərsə, hələ S-im 600-dür. 20 km qala bilsələr, S-im nə olacaq? 580. 600-dən çıxacağım o aradakı məsafəni. S-im o olacaq. Yaxşı, görüşürsə özüdür. Məsafə qalbısa 600-dən o məsafəni çıxsam, S-im həmin ədəd olacaq. Neysə, bunu hələ saxlamışam. S-i yazım bərabərdir. Qalsın, hələ 600 yazmıram. Deyir, onlar 5, görüşdülər deyir. Görüşdülər deyirsə, onda S-im hələ 600-dir. 600. Və 5 saatdan sonra görüşdülər deyirsə, deməli T zaman bərabərdir 5-ə. Sonra deyir ki, birinci motosikletçinin sürəti 80 km/saatdır. Yəni V1 bərabərdir 80. İkinci motosikletin sürətini tapın. V2 də deyərəm X. Və salam. S nəyə bərabərdir? Bu S-i tapmaq istəyirəmsə. V1 ilə V2-ni toplayıb T-yə vuraram da. Yəni 80 ilə X-i toplayıb, V1 ilə V2-ni toplayıb T-yə vursam, yəni 5-ə mənə neyi verəcək? S-i. Çünki V1 plus V2 vur T S-ə bərabər. Yəni 600 verməlidir. Bəs buradan da 80 üstə gəl. X nəyə bərabərdir? Hasil digər vurğu 600-ü 5-ə böləm 120-yə. X nəyə bərabərdir? Cəmdən digər toplandı. 120-dən 80-ə çıxıram 40-a. Sualımın cavabı hazır. 77-ci testin cavabı da oldu. A bəndi. Çətin bir şey var, məncə yoxdur. Güclə qoyuram boynunuza, amma məncə yoxdur da. Tam başa düşməlisiniz. 78. Aralarındakı məsafə 480 km olan iki şəhərdən eyni zamanda qarşı-qarşı iki avtobus yola düşdü. S bərabərdir 480-i hələm yazmıram. Görüşdüdürsə, hələm yola düşdü deyib. Görüşdüsə yazacağım. Birinci avtobus 5V, yəni birincinin sürəti V1-in sürəti bərabərdir 5V. Hərfdən qorxma, 5V yaz da. İkinci avtobus isə 3V sürəti ilə gedir. V2 də bərabərdir 3V-yə.
Edərək 6 saat sonra görüşdülər. Aha. Görüşdülər deyirlərsə bu 480-i artıq bura yaza bilərəm. Və nə yazıb? 6 saata görüşdülər. T-in də bərabərdir 6-ya. Yenə də buradan nəyə soruşur? İkinci avtomobil sürəti taparaq onu. Düsturu bilirsən də S nəyə bərabərdir? V1 ilə V2-ni bu ikisini toplayıb V1 plus V2. T-yə vursam mənə S-i verməlidir. Onda burada V1-in 5V-dir də. 5V üstə gəl V2 3V-dir. 3V. Bu ikisini topladım. Vursam T-yə, yəni 6-ya. Mənə ikisini yerdə getdiyi yol, yəni 480-i verməlidir. Buradan da 5V ilə 3V-ni toplayanda olur 8V. 8V vur 6 bərabərsə 480-ə. Bu 8V-ni də 6-ya vuranda olur 48V bərabərdir 480-ə. Burada V-ni tapmaq üçün 480-ə 48-ə bölülən V tapılır 10. Sual nədir? İkinci avtobus sürətini tapın. İkinci avtobus sürəti V2-də, yəni 3 vur V deyildi, V-ni də 10 tapmışsan. 10 qoydun V-nin yerinə 3 vur 10 neçədir? 30. 78-ci testin cavabı da oldu A bəndi. Silək bunu da keçək 79-a. 79. Deyir, iki məntəqədən sürətləri 13 km/saat yazıram artıq qeydləmi. V1 bərabərdir 13. Burada deyir. Və 17 km/saat olan V2 bərabərdir 17. İki velosipedçi eyni zamanda qarşı-qarşıya hərəkətə başladı. Əcəb elədir. 2 saat sonra bunu görən kimi T-mi qeyd edirəm. T bərabərdir 2 yazdım bura. 2 saat sonra onlar arasında bax görürsən, onlar arasında məsafə 7 kilometr oldu. İndi sən burada S-ə 7 deyə bilməzsən. Bunu saxlayırsan bir qıraqda. Məntiqi tutmuşsun axı sən, bax. Onu görə mən dəfələrlə deyirdim ki, əzbərçilik eləməyin. Deməli, deyirsən ki, yaxşı, mən neyinin burada məsafəni verib, ümumi məsafəni verib 7-dən çıxıb, narahat olmadan gözlə. Nə öyrənmişdik biz? S nədir? S tapırıq biz V1 plus V2 qurtaya. Var da V1 var, V2 var, T var. Sən S tapa bilərsən də. Bu S bərabərdir. Mən dəfələrlə deyirdim, bəlkə də ürəyinizdə fikirləşirsiniz, Asim çürükçü deyə bunun üstə almadı deyir. Bu düstur nəyi verirdi mənə? Tapıram. S-i, bildim, S nə idi? 10.000 dəfə dedim. İkisimizin getdiyi yoldur. Ümumi məsafə deyil. İkisimizin getdiyi yoldur. Tapaq. Tapaq mən deyəcəm sənə. Gör burada S tapaq, hər şey var axı S tapmaq üçün. V1 plus V2, yəni 13 17 topladım, elədir 30. Vururam T-yə 2-yə də, yazıram 30 vur 2 bərabər də. Mən buradan 60 cavabını tapdım. Mən deməli nəyi tapdım? Tapdım ki, biz ikisimiz, bax səninlə mən 60 getmişik, bax. Bir dənə şəkillər belə çəkeyim. Bax bu məsafə var ha. Mən bu qədər gəlmişəm, sən bu qədər gəlmişsən. Bax buradayıq, sən burada, mən burada. Aramızda da 7 məsafə var. 7 kilometr məsafə qalıb axı. Biz ikisimizə bir yerdə buradan bura kimi yol və buradan bura kimi yolda bu iki yol bir yerdə 60-dır. Arada 7 varsa, həmin o 60-ın üstünə mən 7-ni gəlsəm, bu məntəqələr arasındakı bütöv məsafəni taparam. Çünki bu ikisi 60-dır. Biz S-i taparanda ona görə deyirəm, S sənə ümumi məsafəni vermir. Görüşsəydilər ümumi məsafəni verərdi. Amma arada məsafə qalırsa, sən S-i tapmaqdan ikisimizin bir yerdə getdiyi yol tapdın. Tapdın ki, mən neçə gəlmişəm, sən neçə gəlmişəm, bunun fərqi yoxdur. İkisimizə bir yerdə qapqara eləyim. Bu gedilən yol 60-dır, amma ümumi məsafənin tamamlaması üçün 7-də getmək lazımdır. Aramızda 7 qalıb. Bizim getdiyimiz 60 üstündə 7 gəlsək, deməli ümumi məsafə nə olacaq? 67. Bu məntiqləri tutacaq, bu məsələlər sizin üçün işinədir. Yavaş-yavaş məncə tutacaq sücə. 79 oldu. Y. Silək bunu keçək 80-ə. Yoxsa bayaqdan dedik ki, əvvəllərdə hələ hamısı şey olur. Asım 363 deyilə bu sözü dəfələrlə. Əvvəldə asan verirlər də, hər dəfə S şeyə bərabər olur hələ. 2 məntiq arası məsafə. Amma sən bunun məntiqini tutmalısan, ona görə təkrarlayırdım ki, oralara öyrəşib, beyniniz ona gelməsin. S-dir hələ budur, S-dir budur. Yox. Ümumiyyətlə, sürət məsələsində S gedilən yoldur. S-ə aid nə düstur öyrənəcəksiniz ha? S gedilən yoldur. S yol deyəndə bu belə yolda öyrə. Məsələn, sizə məsəl üçün verir 500 km məsafə. Yox. S gedilən yoldur. Səndən soruşsa, nəyi soruşsa ona uyğun baxsan. Sən tapacaqın S gedilən yolu tapıb göstərəcək. Çox demək bu gedilən yol sözüdür ki, beynimizin həkk yollarda da bu qədər söz demişəm. 80. Aralarındakı məsafə 463 km olan, bax yenidən. Bu ikisinin arasındakı məsafə bizim getdiyimiz yol deyil hələ. Ona görə hələm deyirəm. Əgər görüşsələr, deməli biz görüşmək üçün ikisimiz bütün məsafəni getməliyik, onda gedilən yolumuz 463 olacaq. Hələm oxuyuram məsafəni, məsələni. Deyir ki, iki şəhərdən eyni zamanda qarşı-qarşıya iki avtomobil yola düşdü. Əcəb elədir. 5 saatdan sonra T-ni mənə açıq-aşkar verib 5 yazdım bura. 5 saatdan sonra avtomobillər arasında qalan məsafə 43 oldu. Bax görsən. Deməli bizim getdiyimiz yol var ha. 463-dür. Neçədir?
463-dən 43 çıxıram. Demişdim axı. Görüşəndə özünü götürürsən, görüşməyəndə bunun özündən çıxırsan, aralarında qalan məsafəni 43-ü. Məntiqini də bilirsiniz. Cavab olur 420. Biz 420 getmişik də sənlə mən. Bax, mən gəlmişəm o 463-ü bilirsən. Sən gəlmirsən, aramızda 20 qalıb. 43 qalıb daha doğrusu. 43 qalıb. Ümumi məsafə 463-dür ya. Gəlin şəkillə göstərəm sizə. Gəlmişik. Bu qalıb. Bu bütöv buradan bura məsafə 463-dür. Burada 43 qalıb. Deməli biz nə qədər gəlmişik? 463-dən 43 əksi gəlmişik də. Bir dənə bu 43-ü gəlməmişik də. Deməli biz 420 gəlmişik. Səninlə mən bir yerdə. Hərəmiz neçə getmişik bilmirəm. Ona görə çıxırıq. Hə. Bunu əzbər də bilirsiniz. Görüşdükcə özünü götürürsünüz. Arasında məsafə qaldısa, ümumi məsafədən çıxırsan, aradakı məsafəni bu gedilən yolu verir mənə. Yaxşı. Avtomobillərdən birinin sürəti 34 km/saat. Yazıram birisinə. V1 bərabərdir 34. Digər avtomobilin sürətini tapın. Problem yoxdur. V2 dedim X. X tapsam sualımın cavabı hazırdır. Düsturu bilsən də V1 ilə V2-ni toplayıb T-yə vursam mənə S-i verməlidir də. Deməli 34 ilə X-i V1 ilə V2-ni toplasam, vursam T-yə, V1 plus V2 vur T, 5-ə. Mənə nəyə verməlidir? S-i. S də nədir? 420-dir. X-imizi bir yerdə getdik yolu. Çünki biz X-imizə bir yerdə 420 km yol görmüşük. 43 qalıb aramızda. 463-də tamamlanmamışıq. Görüşə bilməmişik. Burada da 34 üstə gəl X nəyə bərabər olacaq? Bunu tapmaq üçün hasil digərlığa böləndə 420-ni bölürəm 5-ə cavab olur 84. 420 düzdür. Burada X nəyə bərabərdir? Cəmdən digər toplanın 84-dən 34 çıxıram 50. Və sıram demişdim X tapsam sualımın cavabı hazırdır. Cavab D bəndi. 80-ci testin cavabı da oldu D. Deməli biz 73-də başlamışıq da 7-sini eləmişik. Plus bir daha vaxta baxın. Düz əvvəldə mövzu zaten vermişik. Keçdik 81-ə. 7-dən testdə gedib 28 dəqiqə. Hə, mövzu zaten azaddan yaxşıdır. Keçdik 81-ə. Eyni zamanda C və D məntəqələrindən qarşı-qarşıya hərəkət edən avtomobillərdən birinin sürəti 75 km/saat. Qeydimi aparıram qoxmadan. V1 bərabərdir 75. 4 saatdan sonra, aha T-ni deyə verir də mən, zamanında saat görən kimi T bərabərdir 4. 4 saatdan sonra avtomobillər arasında qalan məsafə 57 km oldu. Lap yaxşı. S bərabərdir. S nədir? Gedilən yoldur. Bunu yazmışam ki, bizim getdiyimiz yolu göstərmir. Gedilən yoldur. Bu hələm aradakı məsafənidir. Oxuyuram ardını. Bunu bura S-in yerinə yaza bilmərəm. Yadımda saxlayıram, davam edirəm. C və D məntiqi arasında məsafə 593 km olarsa, deyirəm, bunlar ki, məsafəni verdi. Gedilən yoldur, aralarındakı məsafədir. Deyirəm, görüşüblər bunlar. Görəm, yol 4 saat sonra arasında məsafə qalır. Rasim nə demişdi? Görüş olsa 593 bütöv götürürsən. Aralarında məsafə qalırsa, görüşməlisə təbii ki, məsafə qalır. Aralarında məsafə qalırsa, ümumi məsafədən o aradakı məsafəni çıxırsan. Deyirəm, mən şurada S-imi də tapdım. X-im yerdə gedilən yol nədir? 593-dən 57-ni çıxacaq. Cavab olur 536. Düz çıxdım. 586, 593 düzdür. O bir avtomobilin sürətini tapmağın problem yoxdur. V2-nin sürətini tapmaq, yəni burada X-dir. Yenə də sən bilirsən ki, S-i tapmaq üçün V1 ilə V2 toplanıb T-yə vurulur. Yəni V1-im 75-dir. 75 ilə V2-im X-dir. X toplanılır, vurulur T-yə, yəni ki 4-ə. V1 plus V2 vur T nədir? S-i verir də bizə, yəni 536-nı. Buradan da vuruq hasili. Bu vuruğu tapmaq üçün, yəni 75 üstə X tapmaq üçün hasili digər vuruğa bölən. 536-nı 4-ə bölən 1, 3, 4, 134. 400, 520 düzdür. Burada X tapmaq üçün, toplanı tapmaq üçün cəmdən digər toplanını 134-dən 75 çıxıram. Cavab olur 59. Sualın cavabı hazır. 59 hardadır? D bəndində. Ged-gedə başa düşürsən, məncə həri. Videola ver, əvvələ biraz əvvəldən yenə də bax. Əgər hər də beynində problem yaranırsa ki, yox, mən tam tuta bilmədim. Tutacaqsan, əminəm ki, tutacaqsan. Rahat başla bax. 81 idi, bu keçək 82-yə. 82. Bunu biraz balacalaşdırım. Belə yaxşıdır. Hə, belə. 82. İki şəhərdən qarşı-qarşıya avtobus və avtomobil yola düşdü və 4 saat sonra görüşdülər. T-dir, bunu bildim. T. Özü görüşdülər də, onu da yadında saxla. Görüşdülər sözünə fikir verək axı, biz görüşdülər. Deməli, iki məntəq arasındakı məsafəni versə mənə hələ gedilən yola bərabərdir, S-ə bərabərdir. Sonra şəhərlər arasındakı məsafə 240 km-dir. S bərabərdir 240-ı birbaşa yazdım. Niyə? Çünki görüşüblər bunlar. Görüşüb deyəndə yaza bilərsən S-in yerinə onu. Sonra deyir ki, avtobusun sürəti, avtomobil sürətindən 10 km/saat azdır. İndi V1, V2 yerinə VA yazdım, o birisi nədir?
O birisi şey, o birisi VM yazdım da maşın. Avtomobilin yerinə M yazdım. Hə, nə deyir? Avtobusun V1 və 2 yerinə bunu da yaza bilərəm də. Problem yoxdur ki burada. Əsas 2 dənə sürət toplanır, amma bir söz. Avtobusun sürəti avtomobilin sürətindən, yəni maşının sürətindən 12 km/saat azdır. Avtobus 2 maşından azdır. Yəni maşının sürətini x desəm, avtobus ondan 12 km/saat azdır. Yəni bu sürət x-də bu x çıxı 12-dir. Bunu da bildin. Hə, nə soruşmusunuz? Deyir, avtomobilin sürəti problem yoxdur. Düsturu bilsən də S tapmaq üçün nə edirlər? V1 ilə V2-ni toplayıb T-yə vururlar. Sən də elə. V1-im nədir? X çıxı 12. Düzdür? V2-im nədir? X. V1-im budur, V2-im budur. Bunlar toplanılır, T-yə vurulur. T neçədir? 4. V1 plus V2-ni T-yə vurulur. Bizə nəyi verdi? S-i. Yəni 240-ı verməlidir. Burada x ilə x toplanır olur 2x çıxı 12-də. Mötərizənin içi oldu belə də 2x çıxı 12. Bunu da tapmaq üçün hasil digər vurğa bölməliyəm. 240-ı 4-ə böləm cavab olur 60. 2x nəyə bərabərdir? Çıxı 12 plus 12 kimi geçir 60 yanına olur 72. 60 üstə gəl 12-də. Burada x nəyə bərabərdir? 2 vur x deməkdir. Hasil digər vurğa böləm x-i tapdım 72 2-yə böləndə 36. Sualımız nədir? Avtomobilin sürətini tapın. Yəni maşının. Mən onu M kimi yazmışam. Bu avtobusdur. Maşın sürətini olsa x demişdi. X 36 tapdıq. Hani? C bəndi. 82-ci testin cavabı da oldu. C bəndi. Silirəm bunu da. Keçirik 83-ə. 83. Çəkək bu üzə. 83. Deyir, iki maşın eyni anda aralarındakı məsafə nə cümlədir? İki maşın eyni anda aradakı məsafə davam edir də. Aradakı məsafə 620 kilometr olan iki şəhərdən 60 km/saat və 57 km sürətlə qarşı-qarşıya hərəkət etdilər. Sürətləri mənə verib. V1 və V2. Yazın bilsinə. V1-ə yazdım 62, V2-yə yazdım. Neçə ediblər? 57. S-i də yazardılar. Mən deyirəm, tələsmirəm, bax, bu iki məntiqə arası məsafədir. S gedilən yoldur, ikisinin biri getdiyi yoldur. Görüşdüdürsə, bunu götürəcəm. Aranda 10 km məsafə qaldığında 620-dən 10 çıxacam, S-imi onu götürəcəm. Hə, 5 saat sonra, T-yə də yazdım 5, zaman olsa problem deyil. Hamısını nə verirsə yazıram, məsələ gəlir. Bir də nə, bu məsafədə çaşınmağa çalışıram. Deyir ki, 5 saat sonra arandakı məsafə, neçə kilometr olar, görürsən? Deməli, baxırsan, məsələn, V1 var, V2 var, T var. Mən burada S tapa verəm, deyirəm, tap. S-i tapıram, Rasim. Tap da tap. S nəyə bərabərdir? V1 plus V2, yəni 62, üstə gəl 57. Nə? Vur T, vur 5. Rasim, 62 ilə 57 topladım, oldu 119. 119 da 5-ə vursam, hesabladım. 119, 5-ə vursam 595. Tapdım məsafəni 595. Deyirəm, sən nə tapdın? S-i tapdın. S nə idi? Rasim dəfələrlə deyir, S nə idi? S, Rasim, ikimizin bir yerdə getdiyi yoldur. Yəni, bax, iki məntiqə arasında məsafə varsa, bax, bu qədərdirsə, biz ikimizə bir yerdə tutaq ki, bu qədər getmişik də, ikimizə bir yerdə. Bax, bu ikisi bir yerdə, bax, qaraladığım hissələrdə bizim getdiyimiz 595 deyirəm. Ay, səndən soruşub ki, 5 saat sonra onun arasında məsafə neçə kilometr var. Bax, bunu soruşub səndən. Deyirəm, mən bunu necə tapdım? Deyirəm, normal sən bu məntiq tutmuşsan tapacaqsan. Bütöv məsafə neçədir? 620. Bunlar ikisi arasında məsafə 620-dir. O 620-nin 595-ni biz getmişiksə, arada qalan tapmağa nə var ki? Deməli, 620-dən, ümumi məsafədən bizim getdiyimiz yolu bu qaraları çıxsaq, aradakı məsafəni tapacaq. Bu bütöv 620-dir. 620-dən qaraları çıxsaq, yəni ikimizin bir yerdə getdiyi yol 595-dir. Bunu çıxsaq, hələ arasındakı məsafəni soruşulan tapacaq. Deməli, sən neynəsən? S-i tapırsan, gedilən yolu var. İndi başa düşdük ki, S doğrudan gedilən yoldur. Əgər S sənə iki məntiq arası məsafəni verirdisə həmişə, onda bunu tapardın 595 cavabı gəlib yazardın da. Yox. S nəyi verir? İkimizin bir yerdə getdiyi yolu. 620-nin 595-ini biz getmişik, onu tapdıq əslində S tapmaqla. 620-dən 595 çıxsam, qalan məsafəni tapacaq, yəni aramızda qalan. Bu da olacaq 25. Nəsə 25 hardadır? B bəndində. Hə, biraz da başa düşdün məncə, hə? Biraz da başa düşürsən. Əgər baxırsansa da təbii ki. Həvəsdən düşüb kənara atmamısansa. 84. 84-də nə deyir? Aralarındakı məsafə 420 km olan iki məntəqədən eyni zamanda qarşı-qarşıya minik və yük avtomobili yola düşdü. Lap yaxşı. Rasim, S-ə 420 deyirəm, tələsmə. Ara yazırsan. Gözlə hələ. O bizim S-imiz deyil. O iki məntəqə arasındakı məsafədir. Gedilən yol deyil o. Bəlkə də o da hələ baxacağıq. Minik avtomobilin sürəti 87 km/saat. Yazıram bura V. 1, 2 yazmam da M yazıram da rahat başa düşüm deyəndə minik.
Bir minik avtomobilin sürəti 87-dir. Yazdım bura 87. Yük avtomobilin sürəti 72-dir. Yəni də V verib də mənə sürəti. V, buraya yazıram Y. Nədir? 72. Yazdım 72. Neçə saatdan sonra avtomobillər arasında qalan məsafə 102 km olur. Birinci zaman yoxdur. T bərabərdir X yazdım bura. İndi S-ə nə yazdım Rasim? Burada 102 də deyir. Mən bilirəm S məsafədir də 102. 400-üm də. Maalesef sən məntiqini tutmuş olsaydın mənlə bir yerdə ki, tutmamışsa tutacaqsan, narahat olma. O qədər də əzbərçi gəlmir ki, məntiq tuturur. Deməli, deyir ki, neçə saatdan sonra avtomobillər arasında qalan məsafə 102 km olacaq. Deməli, bizim gedilən yolumuz nəyə bərabər olacaq? S gedilən yolda axı. Sən başa düşmədim yəni. Deyirəm, bax, beynində canlandır da. Ümumi məsafəni sən 420 verir. Hə? Deyir, baxın. Deyirsən, hər Rasim. Sonra bizim gedilən yolumuz neçədir düzdürsə, hələ bilmirik. İkimizə bir nə qədər gedirik bilmirik. Amma bizim aramızda məsafə deyir 102 qalsın istəyirlər. Deyir ki, axırda aramızda 102 qalsın. Bu bütövlükdə 420-dirsə, 102 qalırsa, deməli biz nə qədər yol getməliyik ki 102 qalsın? 420-dən çıx 102-ni. 420-dən 102 çıxan neçə edir? 318. Deməli bizim gedilən yolumuz 318 olmalıdır. İkimizə bir yerdə 318 getməliyik ki 420 318 getsin, 102 arada qalsın. Çünki deyir ki, neçə saatda avtomobil arasında qalan məsafə 100 km olacaq. Yəni demək ki, neçə saatda biz 318 getdik ikimizə bir yerdə? Çünki biz ikimizə bir yerdə 318 gedəndə aramızda 102 məsafə qalır. Çünki 318 üstə 102 gələndə 420-yə tamamlanır. Başa düşdün? Məncə başa düşürsən. Hə, bəs işim oldu rahat. V'lər var, V1, V2, T var, S var. S nəyə bərabərdir? V1 plus V2 vur T'yə. Yəni, V1'im 87-dir, V2'im 72'dir. Bunları toplayıb T'yə vuram. T'imizə də X demişik də. Vuram X'a. Neyi verir mənə? V1 plus V2 vur. Bu bölməyə oxşadı ya. Hə. V1'i V2'yə vurub T'yə vuranda bizə neyi verirdi? S'i. S 318 də axı. 318'i. Buradan da 87'nə 72 toplamda olur 159. Vur X. Bərabər 318. Bunu X vuruq da. Vuruq tamam hasi deyil gəlir. 318 159'a verəm 2X tapdım 2. Bizdən də elə onu soruşur da. Neçə saatdan sonra T zamanı soruşur. T'ni biz X demişlər. X'də 2 tapdıq. Deməli 2 saatdan sonra bu hadisə baş verəcək. 84-cü testin cavabı da oldu. B. Silirəm burada. Keçirik 85'ə. 85. Deyib bir qatar 60 km/saat sürətlə 240 km yol getdi. Neyniyib? 240 km yol gedib. Laf bir yaxşı. Məsələnin şərtini biraz dəyişirlər. Laf bir yaxşı. Hələm buradan mən nə zaman tapa bilərəm? Çünki V-ni verib, bax görürsən burada V-ni verib, S-i verib. Mən burada gəl tapaq da, ardına sonra baxarıq. Burada mən zaman tasım T nəyə bərabərdir? S böl V-yə. Ümumi anlaşılardan bir sürü də bunu. T nəyə bərabərdir? S böl V-yə. Keçən də söyləmişik. Yəni 240-ı 60-a böləm 4 saat. Hə, demək istəyir ki, bax bu cümlə ilə bu qatar 4 saat yolda oldu. Çünki 60 sürətlə 240 km yol gedibsə 4 saat yol oldu. Çünki 4-dən 60 240-a yaxın. Hə, buradan mən bunu demək istəyirəm. Davam edirəm. Bu qatar yola çıxarkən buna qarşı başqa bir qatar 70 km/saat sürətlə hərəkətə başladı. Deməli bu qatarın sürəti onsuz 60-dır, bilirəm. Bax qeyd edirəm bura. V1 bərabərdir 60-a. Düzdür? Bunun sürəti 60-dır və 4 saat yolda olub bu. Bu deyir yola çıxarkən buna qarşı başqa bir qatar 70 sürətlə hərəkətə başladı. Deməli bir dənə qatar var, onun sürəti 70-dir. V2 bərabərdir 70. Və müəyyən bir nöqtə görüşdülər. Deyirəm, əla. Bunlar görüşüblərsə, bu 4 saat yolda olub da. Deməli o da 4 saat yolda olub da. Çünki eyni anda çıxıblar. Bax deyir ki, bu qatar yola çıxarkən, yəni bu yola çıxanda o biri də yola çıxıb. Deməli eyni anda çıxıblar və görüşüblərsə eyni anda görüşüblər. Deməli doğrudan elə bu qarşı-qarşı hərəkətdir. Bunun 4 saat yolda olub, o da 4 saat yolda olub, sürətlər də əlimdədir. Sualımız nədir? Qatar arasındakı ilk öncə nə qədər məsafə vardı? S axtarmalıyam da. Deyirsən ki, S2 məntiq arası məsafə. Deyirəm, verilsin də burada görüşün söhbəti var. Görüşdülər. Görüşüblərsə, nədir? Hələ ikimizin gedilən yolumuz ümumi məsafəyə bərabərdir. Vəssalam, yəni mən ikimiz getdiyi yol tapsam, hələ məsafəni tapmış olacağım. Çünki görüşüblər axı. Bu da tapmaq sənin üçün nədir? V1 plus V2, yəni 60 plus 70 vurulsun T. Yəni ki 4. 130 50, 130'a 4'e vuranda 520. 520 hardadır? Y bəndində. 85-ci testin cavabı da oldu Y. Güya indi məsələnin şərtini biraz dəyişmişlər, çaşaq biz çaşmadıq. V1'im var, V2'im var. Özünüz həlliyini gözünüz. Diziniz yəni T çatışmır da. T'ni də buradan tapırsan da 240 60'a bölməklə. Məsələ həll olmuş olur. Keçdik 86'ya.
İki avtomobil eyni zamanda iki məntəqədən qarşı-qarşıya yola düşdü. Lap yaxşı. Eyni anda çıxıblar qarşı-qarşıya. Qarşı-qarşıya məsələsidir. Birinci avtomobilin sürəti 80 km/saat. Yazıram bura. V1 bərabərdir 80. İkincinin isə 60 km/saat idi. V2 bərabərdir 60. Görüşənə qədər, görüşüblər bunlar deməli. Görüşənə qədər birinci maşın 480 km yol getdi. Yəni bu. Deyirəm, nəyə lazım idi bunun getdiyi yol? Şöfördür görəsən. Deyirəm, buradan zaman tapasan deyə də. Bunun sürəti 80-dir. Yəni ki, bax V. S-i də verib sənə ki, bu 80 sürətlə 480 yol gedir. Neçə saat yolda olub? S böl V də, yəni 480-i 80-ə bölürsən. Heç düstursuz belə. 480-i 80-ə bölür neçə edir? 6. Düzdür? Yəni bu 6 saat yolda olub ki, sürət 80-də axı bunun. 6 saat yolda olub ki, 6 80 480 gedib. Sən buradan T-ni tapmaq üçün sənə verib. Bunu hələ belə vermir də. Özün fikirləş də. Deyəcəksən ki, mən nə edirdim, bunu mənə vermişdi. Bunu ona görə verib ki, birinci maşının neçə saat yolda olduğunu tapasan. Yəni 480-i 80-ə böldüm, tapdım ki, əgər bu 480 km yol gedibsə 80 sürətlə, deməli neçə tapdım? 6 tapmışam. 4 hardan yazdım ya bura? 6. 480-i 80-ə böldüm. 6. Sən tapdın ki, birinci maşın 6 saat yolda olub. İndi biz onun ikinci maşında 6 saat yolda olub. Hardan bilsən? Ayra, oxu məsələni. İki avtomobil eyni zamanda, bunlar eyni zamanda çıxıb və düzdür. Sonra görüşənə qədər deyir. Eyni zamanda çıxmışıq. Görüşən də eyni zamanda görüşürsə, deməli ikimiz də eyni saat yolda olmuşuq da. Mövzu haqqında dedim axı. İkimiz də 8-də çıxmışıq, ikimiz də 12-də görüşmüşük. İkimiz də 4 saat yolda olmuş oluruq da. Deməli, buradan qarşı-qarşıya hərəkət yanır. Və sən də görüşünə qədər ikinci avtomobilin neçə kilometr yol getdiyini tapın. Heç burada V1 plus V2 vurtaya ehtiyac yoxdur. Mən artıq bilirəm axı bu 6 saat yolda olub da ikisi də. Yəni bu 6 saat yolda olubsa bu da 6 saat yolda olub. Və məndən də ikinci avtobusun nə qədər getdiyini soruşur. Ümumi məsafədə soruşmur. İkinci avtobusun sürəti 60-dır axı. Düzdür? Bu 6 saat yolda olsa bu da 6 saat yolda olub. 66-ya vuram cavab olur 360. Yəni 86-cı testin cavabı oldu A bəndi. Bunu təbii ki, başqa cür də həll edə bilərdiniz. Bir dənə göstərəm o həlli də. Rahat bir həldir o da. Düstursuz gəlməsi. Düstur ya, bu da ki, daha rahatdır da. V1 plus V2 vurtayını ağlığa götürürsən də. Sən şəkili çəkərsən, deyəsən, iki avtomobil eyni zamanda iki məntəqədən qarşı-qarşıya yola düşdülər. Birisinin sürəti 80-dir, birisinin sürəti 60-dır. Və deyir, görüşünə qədər birinci maşın 480 gedib. Belə eləyərsən ki, bu 480 gedib də, 480. 480-də bölüb taparsan ki, bu 6 saat yolda olub. Onda bu nə qədər yol gedib tapmaq üçün 6-nı 60. Eyni şey gəlib çıxır. Bu şəkillə də baxa bilərsiniz. Bu 6 saat yolda olsa, bu da 6 saat yolda olub. Sürəti 60 da, buradan bura qədər məsafə neçə tapmaq üçün də 6-nı 60-a vurub 360 cavabını tapa bilərsən. 86 idi da bu. A tapdıq. Keçdik 87-yə. Oxuyuram. A və B məntəqələrindən qarşı-qarşıya sürətləri 60 km/saat və 100 km/saat olan iki maşın yola düşdülər. Onlar 2 saat 15 dəqiqə sonra qarşılaşdılar. Bu da görüşdülər deməkdir. Deməli, mən ikisinin bir yerdə getdiyi yolu tapsam, hələ iki məntəqə arasındakı məsafəni verəcək. Mən də elə onu soruşum, məntəqə arasındakı məsafəni tap. Deməli, S-i tapsam, hələ məsafəni verəcək mənə. Çünki S ikisinin bir yerdə getdiyi yoldur. İkisinin bir yerdə getdiyi yolda hələ məsafəyə bərabərdir bu dəfə. Niyə? Çünki görüşüblər, qarşılaşıblar. Deyirəm, əla. S nəyə bərabərdir? V1 plus V2 vur T. Deyirəm, əla. Onda S-ini tapım da. V1-i verib də mənə 60. Üstə gəl. V2-ni verib də mənə 100. Bax, buradadır ya onlar. Vurulsun T. Zamanı da verib. 2 saat 15 dəqiqə. Bunlar kilometr saatlanırsa, bunu da saat çevirməliyəm. Yəni, bunu vurmalı nəyə? 2 tam, 2 saat problem deyil. Amma 15 dəqiqəni saatı çevirsən, necə çevirirdim? Keçən dərs öyrənmişik. Dəqiqəni saatı çevirəndə 60-a bölürdüm. Və ya 60 yazırdım da belə. 2 tam 60-da 15. Əla. Buradan da bərabərdir. 60 da 100 gəlsəm olur 160. Vurulsun. Bu qarışıq ədəddir. Kəsirlər vurularkən qarışıq ədəd 100% düzgün olmayan kəsir çevirməlidir. Onda bunu necə? 60-ı necə var saxlayıram məxrəcdə. 60 vur 2, üstə gəl 15. Bunda sürət yazıram. 60 kəbəndə 120, 15 kəbəndə 135. Burada hər ikisi 20-yə ixtisar gedir. 60-ı 20-yə böldüm 3. 160-ı 20-yə böldüm 8. 3 ilə 135 ixtisar gedir. 45 qalır. 3-3-ə böləndə 1 də. 135 3-ə böləndə 45. 8-də 45-ə vuranda cavab olur 360. Hardadır? Yəni, hələ onu soruşur da bizə. S soruşur. A bəndi. 87-ci testin cavabı da oldu
A bəndi. Silirəm bunu da. Keçirik 88-ə. Bu üzrədir. 88. Deyir, A və B məntəqələrindən qarşı-qarşıya sürətləri 55 km/saat və 65 km/saat olan iki maşın yola düşdülər. Onlar 3 saat 45 dəqiqə sonra qarşılaşdılar. Məntəqələr arasındakı məsafəni tapın. Yenə də qarşılaşdılar deyirsə, deməli, ikisinin bir yerdə getdiyi yol, yəni S elə ümumi məsafəyə bərabərdir. Mən də məsafəni soruşuram. Deməli, mən S-i tapsam, gedilən yolu elə məsafəni tapmış olacağam. Niyə? Çünki görüşüblər. Görüşəndə hələ S-im ümumi məsafəyə bərabər olur. Səncə ki, S nəyə bərabərdir? V1 plus V2 vur T-yə. Yəni, V1-im 55-dir. Görürsünüz burada. V2-im 65-dir. 55 üstəgə 65 vur nə? T. T-miz nədir? 3 saat 45 dəqiqə. 3 tam 45 dəqiqə saat çevirməlidir. Bu kilometr saat daxı bunlarda. Görə bu da keçən dərsdə bunu su kimi öyrənmişik də. Daha buranı uzatmıram. Öyrənməmsənsə o dərsi, bu dərsi necə yapışdırmısan? Necə dəqiqəni saat çevirdin? 45-in dəqiqəni saat çevirəndə 6060 yazırdı. Yəni 3 tam 60-da 45. Burada ixtisar aparaq 45-i 15-ə 3, 60-ı 15-ə 4. Hə, bərabərdir, bərabər. 55-lə 60-ı toplam neçə edir? 110, 120. Möhtəzənin cavabını tap. Vurulsun. 3 tam 4-də 3. Qarışıq ədəddir. Bunu çevirməliyəm nəyə? Düzgün olmayan kəsələr. Məxrəc necə var? Qalır. Sürət nə yazırım? 4-ü vuram. 3-ə 12 üstündə gələm sürəti. 4-ü 3-ə 12 üstündə 3 gələndə 15. 4-ü ixtisar gəlirlər. Burada 30 qalır. 30-da 15-ə vuranda cavab olur 450. Hardadır? A bəndində. 88-ci testin də cavabı oldu. A silirəm. Bunu da keçirik 89-a. 89-da nə deyir? Aralarındakı məsafə 300 km olan iki şəhərdən qarşı-qarşıya yola düşən iki maşının sürətləri 45 km/saat və 75 km/saat. 2 saat 20 dəqiqə sonra onlar arasında qalan məsafəni tapın. Heç bir problem yoxdur. Bax, V1 var, V2 var, T var. Yazaq bunları. Yazım, yaxşı yazıram. Bezdimi artıq yazmadım. Bildiniz də, V1 plus V2 vur T ilə mən S-i tapacağım. S nəyə bərabərdir? V1 plus V2 vur T-yə. Yəni, mən ikisimizin bir yerdə getdiyi yolu tapıram. S tapmaq nə deməkdir? Ümumi məsafə deməkdir. İkisimiz bir yerdə getdiyi yol. Hələm onu tapaq, əlimdə bunlar var deyə onları tapıram. Sonra suala keçəcəm. V1 plus V2, yəni birbaşa toplayıram. 45 plus 75 neçə edir? 120. Bax, V1 plus V2-nin cavabını yazdım bura. 120. Vurulsun T. T'miz nədir? 2 saat 20 dəqiqə. Bunu da saat çevirməliyəm. Yəni ki, 2 tam 60-da 20. 20-nin altına 60 yazdım. Dəqiqəni saat çevirəndə 60-da 60 yazır. Bunları da ixtisar aparın. 1, 20-yə böldündə burada 3 qalır. Bərabərdir. 120-ni 2,1-ə vura bilməzsən. 120-yi vurulsun. Bu qarışıq ədəddir. Bunu düzgün olmayan kəsəri sevirəcəm. Məxrəc necə var? Qalır. 3-ü vuram ki, 6 üstə 1 gələm 7. Bunun hamısını öyrənməlisiniz. Bazı dərslərdə öyrənmişik. 3-ə ixtisar gedir. Burada 1, burada 40 qalır. 40-ı 7, bunu 280. S-imi tapdım 280. S nədir? İkisimizin bir yerdə getdiyi yol. Bu məntiq arasında, iki məntiq arasında məsafə neçə idi? 300. Mən ikisimizin bir yerdə getdiyi yolu tapdım. Neçədir? 280. 300-ün 280-ni gedmişiksə, neçəsi qalıb? Bunu hamınız bilirsiniz. 300 məsafədir. Bu da sənin gedilən yolu verir, bilirsən. Onda 300-ün 280-ni biz gedmişik də, gedilən yolu tapmışamızda. O nə qalıb? 20. Deməli, bizim aramız məsafə 20 qalıb. Bizdən də onu soruşur ki, onlar arasında qalan məsafəni tapın. 89-un cavabı da oldu. B. Silirəm bunu da. Keçirik 90-a. 90. İki maşın eyni zamanda iki məntəqədən qarşı-qarşıya yola düşdü. Birinci maşının sürəti 72 km/saat, ikinci maşının sürəti isə 63 km/saatdır. 3 saatdan sonra maşınlar arasında qalan məsafə 21 km oldusa, məntiqə arasındakı məsafəni tapın. Hələn bu 21 zat qalsın bir qədər. Sənə lazım olan V1 var burada 72, V2 var burada 63. Zaman var burada. Var. Özdə eyni zamanda başlayırlar da. Deməli, V1 plus V2 vurtəndə S tapa bilərsən. S nədir? Getdiyimiz yol. Hələm getdiyimiz yolu tapaq, məsələ biraz təhlil. Yəni, hər şey əzbər deyil, biraz normal məntiqlə düşünməlisən. Bir damcı. Düstunla birinci tap. S nəyə bərabərdir? V1 plus V2 vurtə. S bərabərdir. V1 ilə V2, 72-dən 63 topladım. Elədi 135. Düz topladım. Düzdür. Vurmalıyam T-yə. V1 plus V2, yəni 135-i 3-ə. Cavab neçə edir? 405. Düzdürmü? Mən S-i tapdım. S neydi? İkisimiz birlikdə getdiyi yol. Və deyək ki, 3 saatdan sonra onlar məsafə 21 km qalan məsafə 21 oldusa. Biz nə qədər getmişik? 405. Sənlə mən 405 getmişik. Hələ də bir-birimizə sata bilmirik, qovuşa bilmirik.
Gələm 21 kilometr uzaqlıqdasan. Deməli məsafə nə qədərmiş bizim aramızda var. Yenə deyirəm, bunu düşünməyə nə var ki? Sən də gəlsən, mən də gələm. İkimizə bir yerə 405 gəlmişik, burada 21 qalıb. 21, bax bu məsafə 21-dir. Deməli bu məsafə biz bir-birindən nə qədər uzaqdaydıq? Yəni getdiyimiz yolun üstünə 21 gəlməliydi. Bunu da əzbərləməyəcək ki. Normal düşünəndə ki, bu gedilən yolda əslində 21 də qalıb. Deməli o 21-i də getsəydik biz tam yolu getmiş olsaydı. Yəni görüşsək artıq bir məsafəyə bərabər olur axı. Onda 405 ikimizə bir yerdə getmişik bu yollar ikisi bir yerdə. 21 də gəlsəm 405-in üstünə mənə 426-nı verəcək. Hardadır? D bəndi. Deməli iki məntiq arasında məsafə 426 imiş ki, 405-ini getmişdik, hələ 21-i də qalmışdı. 90-cı testin cavabı da oldu D. Silirəm bunu da. Keçək 91-ci testə. Hə. Deyir ki, aralarındakı məsafə 920 km olan iki şəhərdən eyni vaxtda qarşı-qarşıya iki maşın yola düşdü. Maşınlardan birinin sürəti 100 km/saat, o birinin sürəti 35 m/s sürətləri verib. 4 saatdan sonra zamanı verir. Onlar arasında məsafə neçə kilometr olacaq? Problem yoxdur. Mən ikimizin getdiyi yol tapa bilərəm. Çünki var, V1-im var, V2-im var, T var. İkisimiz bir yerdə getdiyi yol tapacağam. Sonra mənə deyir, onlar arasında məsafə nə qədər olacaq? Mən tapsam ikimizə bir nə qədər yol getmişik, məsafə qalıbdı, amma bizim getdiyimiz yollar, bu mənə əlib getdiyimiz yollardır. Onu tapsam ikisini bir yerdə. Bu arada qalan məsafəni tapmaq mənim üçün problem deyil. Niyə? Çünki ümumi məsafə 920 deyil. 920-dən bizim getdiyimiz yollar çıxsam, nə qalacaq? Arada qalan məsafəni tapacağım. İki məntiq arasında məsafə 920-dir axı. Duran problem yoxsa S tapıb lazım. S bərabərdir V1 plus V2 vur T-yə. Nə badə 103 üstə gəl 35 yazsan tələsmə də. Bu kilometr saat, bu metr böl saniyədir. Bu kilometr saat çevirmək lazımdır. Birincisi, çevirmək üçün mövzu izahında sürət məsələlərinin ümumi anlayışları var. Ən birinci mövzu saatı sürət məsələləri. Orada öyrənmişik 2 dənə yol. Birinci, metr böl saniyə kilometr saatı çevirmək üçün nə edirdik? 3600-ə vurub 1000-ə bölürdük. Bu yadımdan çıxırsa, əzbər yol vermişdim. Nə demişdim? Demişdim ki, yanında saxla ki, məsələdə çox vaxt buna uyğun verirlər, çevirmə lazım olur. 5 metr böl saniyə 18 km saatdır. Bunu əzbərlə. Hər dəfə, keçən dəstə bunu hər dəfə təkrarlamışam. 35, 5-in neçə qatıdır? 7 metr böl saniyələrə baxanda. 5-i 7 var, 35 edirsə, yəni ki, bu 5-in 7 qatıdırsa, deməli bunun cavabı da 18-in 7 qatı olacaq. 18-i 7 neçə edir? 70, 56, 126. Deməli, 35 metr böl saniyə 126 km saat deməkdir. Yəni bunun üçün yerinə 126 yazacağam. Başa düşdünüz? Bu kilometr saatdır, bunu kilometr saatı çevirdim. Və ya, bayaq dediyim kimi 3600-ə vurub 1000-ə də bölə bilərsiniz. Hə, nə deyirdim mən? V1 ilə V2-ni topladım, vurmalıyam T-yə, 4-ə. Vurdum 4-ə. 103 ilə 126 neçə edir? 229, vuram 4-ə. 880, bu da 36, 916. Və sən də tapdın. S nədir? S tapmışsansa, Rasim 1000 dəfə deyib. S əslində ikimizin getdiyi yoldur. Yəni deyirəm, bax, özünü təsəvvür et. Bütöv məsafədir də bu, hə? Yaxşı çəkim. Bax, özünü təsəvvür et bunu. Bu ümumi məsafədir ki, məntiq arasındakı məsafə. Nə qədər bilmirəm, amma onu bilirəm ki, mən bu qədər gəlmişəm, tutaq ki, sən hər nə qədər gəlmirsən. İkimizin bir yerdə getdiyi yola, bu qaraladığım yollar, neçə 916, sən bunu tapdın. Düzdür? Ümumi məsafə isə 920-dir. İki məntiq arasındakı məsafə 920-dir, özü verir mənə. 920-nin 916-sını biz gəlmişiksə, nəsə satıb. Ya bu 920 tamamlansın deyə nə qalır burada? 4 də. Yəni 920-dən ümumi məsafədən getdiyimiz yolu çıxsam, arada qalan məsafəni tapıram da 4-dür. Mən də onu soruşum da aralarındakı məsafə neçədir? 4 saatdan sonra onun arasında məsafə neçə kilometr olacaq? Yəni 4. 91-ci testin cavabı da olur C bəndi. Silirəm bunu da, keçirik. Biraz nəfəs alın. 92-yə. 92. 92-də nə deyir? Aralarındakı məsafə 966 km olan iki stansiyadan eyni zamanda iki qatar qarşı-qarşıya yola düşdü. Məsafəni verib, yenə də eyni zamanda qarşı-qarşıya başa düşdüm. Birinci qatarın sürəti 80 km/saat, ikinci qatarın sürəti isə birincidən 10 km/saat çoxdur. 5 saat sonra qatar arasında qalan məsafə nə qədər olacaq? Problem yoxdur. Sürətlər var əlimdə, bax V1 80, V2 də verib əslində. Çünki deyir ki, ikinci qatarın sürəti birincidən 13 km/saat çoxdur. Yəni bu 80 isə ikinci sürətin buraya yazdığımda 93-dür. Çünki deyir ki, ikinci qatarın sürəti birincidən, yəni 80-dən 13 çoxdur. Biri 80-dir, biri 93-dür. Deməli V1 plus V2 vur T. Mən buradan istapa bilərəm. S nəyə bərabərdir? V1 plus V2. Yəni 80 plus 93 vurulsun T.
5 saatdan sonra deyiblər də, vurulsun 5. 80, 93, 70, 100. Yox, 170, 100. Düzdür? 170, 100. 173-ü də 5-ə vuranda 865. Tezdən vurum, səhv edirəm. 500, 850, o da 15, 865. Hə, S-i tapdım. 860. S nədir? X-imiz bir yerdə getdiyi yol. Mənimlə soruşub, aralığında nə qədər məsafə qalacaq? Aralığında məsafə neçə? 966 idi. Yəni də fikirləş. 966 idi. Biz X-imiz bir yerdə 865-ini getdik. Yəni buradan bura 966-dır. Deməli mən 966-dan getdiyimiz yolu çıxsam, arada qalan məsafəni tapacağam. Yəni 966-dan çıxsam bunu 865-i yazım burada. Aralığında qalan məsafəni tapacağam. Bu neçə edir? 101. Hardadır? A bəndində. 92-ci testin cavabı da oldu. A bəndi. Silirəm bunda. Keçirik 93-ə. 5 işləyirəm. 93. Aralarındakı məsafə 700 km olan iki stansiyadan eyni zamanda qarşı-qarşıya iki qatar yola düşdü. Onlardan birinin sürəti 80 km/saat, ikincinin sürəti isə birincinin 4/3 hissəsi qədərdir. Qatarlar neçə saatdan sonra görüşəcək? Yenə də problem yoxdur. Görüşəcəklər deyirsə, onda ikisinin bir yerdə getdiyi yol hələ ümumi məsafəyə bərabərdir. Ümumi məsafə də 700 daxil aralığındakı məsafə. Deməli bizim S-imiz də 700 üçün görüşüblər. Görüşüblərsə biz hələ o məsafə bütöv getmişik. 700. Sonra V1-i verib mənə. Onlardan birinin sürəti 80-dir. Əla. V2-ni də faşit verib də mənə deyib. Deyir ki, onlardan birinin sürəti 80-dir, ikincinin sürəti birincinin 4/3 hissəsidir. Yəni 80-nin 4/3 hissəsidir. 80-nin 4/3 hissəsi tapmaq üçün nə? Ədədin hissəsi tapmaq, ədəd hissə göstərən kəsrə vururam. İxtisari gedirik 20, 20-də 3-ə vuranda 60. Deməli bütün sürəti 80-dir, bir sürəti 60-dır. Deyir ki, qatar neçə saatdan sonra zamanı soruşur da T-ni. T-yə bir də X deyim. Bilmirəm axı. S nəyə bərabərdir? V1 plus V2 vur T. Yəni 80 ilə 60 toplayıram 140. Vurulsun T. Yəni ki X V plus V2 vur T bizə nəyi verirdi? S-i. 700-ə bərabər olmalı. Bunda X nəyə bərabərdir? Hasil digərliyi 700-ə 140-a bölürəm. Cavab olur 5. X nəyə demişdik? T-yə. Yəni ki zamanı tapdıq. Bizim zamanı soruşur. Neçə saatdan sonra görüşəcəklər? 5 saatdan sonra. 93-cü testin cavabı da oldu C. Silirəm bunda, keçirik 94-ə. Aşağıdadır. 94. Bir dənə saata baxın. Yəni zamanı orada. 8. Yox, yaxşı getmişik. 94. Deyir, aralarındakı məsafə 823 km olan iki stansiyadan eyni zamanda qarşı-qarşıya iki qatar yola düşdü. Onlardan birinin sürəti, yenə də eyni zamanda düşürlər. Sözlərin hər birinə fikir verir amma. Onlardan birinin sürəti 12 və digərinin sürəti isə bunun 3/1 hissəsi qədərdir. Qatarlar hərəkətə başlayandan 5 saat sonra aralarındakı məsafə 23 km olacaq. Hə, bax. Aralarındakı məsafə 823 demişdik. Mən bunu S götürə bilmərəm. Çünki görüşməyiblər. Aralarında 23 qalıb. Onda bunların getdiyi yol neçə olacaq? 823-dən 23 sıranda bunu demişdik dəfələrlə. Belə olan halda ümumi məsafədən arada qalan məsafəni çıxıram ki, gedilən yolu tapım. Deməli S nəyə bərabərdir? Bunu qeyd edim indi də. 823-dən 23 çıxıram, 800 var. İşim asanlaşdı. Uzun olsun da, uzun məsələdən qorxmuram mən. Sürəti az olan qatar onu taparam, problem yoxdur. Bunu oxudum, gördüm. Sonra birisinin sürətini vermişlər 12V. Hə? V bərabərdir V1 yazımda 12V. Balaca V. V2. İkinci sürədə demişlər ki, onlardan birinin sürəti 12V, digər sürəti bunun 3/1 hissəsi qədərdir. Yəni 12-dən 3 dəfə azdır da 12V-dən. Bunun 3/1 hissəsi tapmaq 3/1-ə vurmazlar. 3-dən ixtisar gedir, burada 4V qalır. Uzatmıram. 4V. Hə, qatar hərəkətə başladı 5 saat sonra. T-ni də mənə verib 5. Və salam da. Sualımız nədir? Problem deyil. Bir dənə buradan düsturla biz bu sürətləri tapaq. Deməli S nəyə bərabərdir? V1 plus V2 vur T. V1 ilə V2-ni toplayıram. Bax, V1 ilə V2-ni. 12V ilə 4V-ni toplayın neçə? 16V. V1 plus V2 oldu 16V. Vurmalıyam T-yə də, vurmalıyam 5-ə. V1 plus V2 vur T bizə nəyi verdi? S-i. 800. Buradan da 5 ilə 16 bir-birinə 80 edir də. 80V vurma da axı. Bərabərdir 800-ə. V də bərabərdir 880-ə bölürəm. Burada vurma var axı. Eləyir 10. V-ni 10 tapdım. İndi sürəti az olan. Bunlardan hansı sürəti azdır? 12V, 4V, təbii ki 4V. 4 vur V. V-ni də yerinə 10 qoydum 40. Sürəti az olan sürəti 40-dır. Deyir, sürəti az olan qatarın, yəni sürəti 40 olan qatar 2 saatlik getdiyi yol tap. Bu 1 saatı 40 yersə 2 saatı 2-dən 40 yerdə. 80. 94-cü testin cavabı da oldu. Y bəndi. Silək bunda. Keçək 95-ə. 95.
İki məntəqədən müxtəlif sürətli A və B avtomobilləri yola düşmüşdür. A avtomobilinin sürəti 70 km/saat, B avtomobilinin sürəti isə 63 km/saat. Uzun olsun da, gör nə qəşəng məlumatlar verir mənə. Qorxma uzun məsələdən. Birinci məntəqədən çıxan A avtomobili B avtomobilindən 2 saat əvvəl yola düşmüşdür. A avtomobili çıxandan 5 saat sonra görüşdüklərini bilərək məntəqələr arasındakı məsafəni tapın. İndi artıq keçid edirlər hansı məsələlərə? Eyni anda çıxmırlar. Bayaqdan zamanlar eyni oldu, eyni anda çıxır, eyni anda görüşürdü. Məntiqini də bildik, boş-boşuna əzbərləmədik. Burada fikir verirəm, ədədlərdə də qoy bir qara. Burada gör nə deyib. Birinci məntəqədən çıxan A avtomobil B avtomobilinin 2 saat. Buna deməli eyni vaxtda çıxmırlar. Çünki A-dan çıxan B-dən 2 saat əvvəl çıxır. Burada da çox normal həyatda olan bir şey. Niyə əzbərləyirsiniz bunu? Məntiqini başa düşün. Baxın. Görüşəndə eyni vaxtda görüş, o öz yerində. Amma görüşəndə mən sənə deyirəm ki, mən səndən 2 saat qabaq çıxmışam evdən. Təbii ki, eyni vaxtda görüşmüşük. Mən səndən 2 saat qabaq çıxmışam, deməli mən səndən 2 saat çox yolda olmuşam. Belə deyil. Bax, məsəl üçün mən 5-də çıxmışam, düzdür? Gəlmişik 2 saat 12-də görüşürük. Sən 5-də çıxmısan tutaq ki. 5-də çıxmısan, gəlmişsən axşam gecə 12-də görüşürük. Deyirəm, mən səndən 2 saat qabaq çıxmışam. Mən səndən 2 saat qabaq çıxmışam, sən 5-də çıxmısan axı. Mən neçədə çıxmışam? 3-də. Sən 5-dən 12-yə nə qədər yol gəlmişsən? 12-də görüşmüşük də 7 saat. Mən 3-də çıxmışam, nə qədər yol gəlmişəm? 9 saat. Yəni mənim 9-um 7-dən 2 artıq oldu da. Yəni birisi 2 saat tez çıxırsa, o deməkdir ki, bu yolda 2 saat olmasından çox olur. Yəni o birisinin sürəti x-dirsə, daha zamanı üzr istəyirəm. O x saat vaxt sayırsa, mən x plus 2 sərf eləmişəm. Ona 2 saat, o 5-sə mən 7 saat yolda olmuşam. O deyir ki, mən 10 saat yolda olmuşam, mən ona 12 saat yolda olmuşam. Ona 2 saat çox yolda olmuşam. Çünki ona 2 saat tez çıxmışam, ona 2 saat çox yolda olacağam. Burada bir dənə bunu tutun. Zamanlar eyni deyil. Birisinin zamanı x-dirsə, o birisinin zamanı x plus 2-dir. Bunu tutacaq. Dəfələrlə qavamın çıxan tətbiqində görəcəksiniz. Və eyni zamanda çıxmayanda, eyni zamanda düstur nə idi? S bərabərdir V1 plus V2 vur T-də. Əslində onun düsturu bu deyildi. V1 vur T-yə, üstə gələn məntiqlə çıxarmışdıq. V2 vur T-də əslində onun düsturu. T-ləri eyni olduğu üçün ortaqlıq kimi mötərizə xaricə çıxmışdı, olmuş T vursun V1 plus V2. Yəni V1 plus V2 vur T halına düşmüşdü. Müxtəlif zamanlarda çıxanda düstur eyni şeydir də. Sadəcə burada T-lər fərqlidir. Ona görə bunun düsturu belə olacaq. V1 vur T1, üstə gəl V2 vur T2. Yenə də bilməlisiniz ki, bu S gedilən yolu göstərir. Bəs bayaqlar V1 vur T plus V2 vur T-də T bayıra çıxır. Burada T-lər eynidir axı. Demişdik ya, eyni anda çıxıb, eyni anda görüşəcək, zamanlar eynidir. Bunun zamanlar eynidir yox. Məsələn, biri o birisindən 2 saat çox yolda olur belə məsələlərdə. Bu T1 ilə T2 eyni ədəd deyil axı. Başa düşdünüz? Ona görə bunu ortaqlıq kimi çıxarmaq olmur. Yəni hələ V vur T düsturunu bilmirsiniz yol tapmaq üçün. V1 vur T1, yəni birinci getdiyi yol, V2 vur T2, ikinci getdiyi yolda toplayırıq. Yenə də məntiq nədir? Deməli, buradan da S tapanda buradan çıxış görürsünüz. S tapmaq nə deməkdir? İkisinin bir yerdə getdiyi yolu tapmaq deməkdir. Eyni anda çıxmayanda nə olur düsturumuz? V1 vur T1, üstə gəl V2 vur T2. Yolları toplayırıq da. Mənası nədir S tapanda? Boş-boşuna S tapmada tapanın üstündəki mən nə tapdım? İkisimizin bir yerdə getdiyi yolu tapdım. O birisi kimi. Məntiq zat o birisindən eynidir. Sadəcə zaman eyni olmur deyə ki, eyni olmadı. Burada eyni olduğu üçün o bayıra çıxırdı da. Eyni olmur deyə T1, T2 olacaq. V1 vur T1, V vur T-nin əzbər bizində, o birisi də V vur T-dələr. Bu V1 ilə T1, bu da V2 ilə T2-dir də. Burada bir yol tapıram, V2 vur T2 də S verir də. Mən bir yol tapıram, ikisinin yolunu toplayıram, mənə S verir. Ha, sən başa düşdünsə bunu, bu məsələ də sənin üçün heç nədir. Əsas o birisilər idi. Bunlar artıq ondan da asandır. Bir yazırsan, bax, A avtomobil sürəti 70. Bax, burada A-nı da B-ni yazım ki, bilim səhv sanmır. Bu A avtomobil aid şeylər, bu B. A-nın sürəti üçün nə deyib? 70. Yəni V1 yazım da A-nın altında. V1 bərabərdir 70. Sonra nə deyir? B avtomobilin sürəti 63. V2 bərabərdir 63. Bunu da qeyd elədim. Birinci məntəqədən çıxan A avtomobil, B avtomobilə 2 saat əvvəl yola düşmüşdür. Bu da problem deyil. T1, T2 yazıram bura. T1, T2. Nə dedi? Bayaqladı bu açıqlamasını verdim də. Deyir ki, birinci məntəqədən çıxan A avtomobili, yəni bu B avtomobilin 2 saat əvvəl yola düşüb. Deməli, bax bu var ha, bu A. Bayaq demişəm, 2 saat əvvəl yola düşübsə, bu 2 saat çox yolda olur. Yazıq 2 saat əvvəldən çıxıb bu. Deməli, bu 2 saat çox yolda olur. Bir daha bu cümlələrdə buna fikir verirsin. Yəni bunun zamanı X desəm, bu ondan 2 saat çox olduğu üçün X plus 2-dir. Yəni bilmirəm aklımda 2 saat yolda olur. Bu hər 2 saat yolda olsa, bu ondan 2 saat artıq yolda olur. Bunda X-dir, bunda X plus 2-dir. Ardını oxuyuram. A avtomobil 2 saat əvvəl yola düşmüşdür. A avtomobil çıxandan 5 saat sonra görüşdü. Özü deyib ki bizə, özü deyib bizə, heç X-a ehtiyac yoxdur. Özü bizə nə deyib? Deyib ki,
A avtomobili çıxandan 5 saat görüşdüklərini, A avtomobili çıxandan 5 saat sonra görüşdüklərini bilərək. Deməli A avtomobili 5 saat yolda olub. Deməli bu neçə saat yolda olub? 3 saat. Çünki demək bax deyir burada. Birinci məntəqədən çıxan A avtomobili B-dən 2 saat əvvəl yol düşüb. Bu 2 saat əvvəl yol düşürsə bu 2 saat çox yolda olub. Bu 2 saat az. Bu 5 saat yolda olubsa bu 3 saat yolda olub. Və salam suala bax. Bilək məntiqi arası məsafəni tapın. Bax burada eyni məntiqə baxsan, görüşüblərsə, yenə deyirəm, əslində S bütün məsələlərdə S sənə gedilən yolu göstərir. Deməli sən S bərabərdir düsturub bilirsən də V1 vur T1 plus V2 vur T2 də düsturub bilirsən. Düzdür? Mesela onda V1 T1 vuracam, V2 T2 vuracam, tapsam bu problem deyil. Mən nəyi tapsam? Mən X-in bir yerdə getdiyi yol tapacağam. Amma görüşüblərsə hələ X-in bir yerdə getdiyi yol ümumi məsafəyə bərabərdir. Məntiq eyni məntiqdir. Çünki onun nə fərqi var ki, hansı vaxtda çıxıblar? Bunlar görüşüblərsə, bu qədər gəlib, bu qədər gəlib, görüşüblərsə ümumi yolu gediblər də. Yəni, gedilən yol hələ ümumi məsafəyə bərabər olur. Yəni, mən S tapsam hələ məsafəni tapsam. Niyə? Çünki görüşüblər. Məsafə qalsa, bayaq kimi, ümumi məsafədən çıxsam, qalan məsafəni deyəcəm, gedilən yol S filan şeyə bərabər olmalıdır. Və salam, V1 vur T1, burada yazmışam da, S bərabərdir. V1 vur T1, yəni 70 vur 5, üstə gəl V2 vur T2, yəni 63 vur 3. Neçə eləyir? 70-i 5-ə vuranda 350, 63-ə vuranda 189, bunları toplayanda 539, 350, 450, 539. C bəndi. Qorxulu bir şey var? Yox. Tezədir bəlkə, indi biraz ansızca narahat edir, amma indi davam edəndə görəcəksiniz heç bir şey. Eyni məntiqdir, görüşdüdür, odur, budur. Hamısı eynidir. Düsturunu da bildiniz. 96. Bax. Şəhərlə qəsəbə arası məsafə 620-dir. Bax, yenə də birbaşa tullanıb S 620 demirəm. S çünki gedilən yoldur. Görüşsələr S 620 deyəcəm. Problem yoxdur. Sonra şəhərdən qəsəbəyə sürəti 70 km/s olan avtomobil yola düşdü. 4 saatdan sonra isə qəsəbədən şəhərə 100 km/s olan başqa bir avtomobil yola düşdü. Neçə saatdan sonra avtomobillər görüşəcək? Görüşəcək deyirsən? Deyir, görüşəcək. Deyirəm, onda S-lər görüşürlərsə, məntiq arasındakı məsafəyə bərabər. Yəni, gedilən yol hələ 620-yə bərabərdir. Çünki bunlar görüşürlər. S-mi 620-ni qəşəng yazdım. Şəhərdən qəsəbəyə 70 km/s olan bir avtomobil yol düşdü. Bax, bir avtomobil yol düşür V1. Sürət neçədir? 70. 70. Bu şəhərdən çıxandır. 4 saatdan sonra isə, deməli bu şəhərdən çıxan var, sürəti 70 olan. Bu 4 saat artıq yolda olub. Oradan bilir. Azərbaycan sürət də. Çünki o birisi 4 saatdan sonra qəsəbədən çıxır. Amma mən yazıq, şəhərdən çıxmışam 70 sürətlə. 4 saatdan sonra o biri çıxıb. Biz görüşəndə o salam əleyk verəndə deyək ki, mən filan saat deyəcəm, mən sizə 4 saat qabaq çıxmışam, mən 4 saat artıq yolda olmuşam. Düzdür? Ona görə də mən artıq bilirəm ki, qarışdırmadım, şəhərdən qəsəbəyə. Bax bu V1. Bunun zamanı 4 saat artıq olacaq. T1. V2-ləri də buraya yazaram, V2 T2-ləri. Rahat olsun deyə mənə. Bu şəhərdən çıxandı, bu qəsəbədən çıxandı. Şəhərdən çıxanın sürəti 70-dir, özü mənə deyim. Və deyir ki, o 4 saatdan sonra bu biri çıxıb. Deməli, bunun zamanı bundan 4 artıq olacaq, bunu da indidən bilirəm. Deyir, 4 saatdan sonra qəsəbədən şəhərə 100 km/s olan başqa bir avtomobil yola düşdü. Bunun da sürəti 100-dür. Qəsəbədən çıxanın. Və nə dedim mən? Bu 4 saat çox yolda oldu. Çünki bu 4 saatdan sonra yol düşür. Bunun saatını X-dirsə, bunun saatı, yəni zamanı, bu X üstə gəl 4 saat yol. Bu X saat yoldadırsa, bu ondan 4 saat artıq yoldadır. Bir neçə saat sonra avtomobilə görüşsək, onu taparıq. Deməli, S-in düsturu nə idi? V1 vur T1, üstə gəl V2 vur T2. Deməli, V1 vur T1, üstə gəl V2 vur T2, mən S verməliyəm. Deyirəm, nə qəşəng? Yəni, 70 vurulsun. X üstə gəl 4, düzdür? Üstə gəl V2 vur T2, yəni 100X. Mənə nəyi verməlidir? S-i. 620-yə bərabər olmalıdır. Paylama qanunu açıram, 70X-ə vuranda 70X, üstə gəl 74-ə vuranda 280, üstə gəl 100X. Bərabərdir 620-yə. 70 ilə 100-ü topladım, oldu 170. 17 yazdım. 170x, bunları topladım. 280 də bura getdi, oldu 340. Yəni çıx 280 kimi getdi, 620-dən 280 çıxanda 340 edildi. X tapmaq üçün də burada yazıram. 340-ı 170-ə böldüm, hasil digərli tapdım ki, X-mi 2 tapdım. Sual edir. Neçə saatdan sonra avtomobillər görüşəcəklər? Əslində sualı düzgün qoymayıblar. Çünki neçə saatdan sonra deyəndə hansına nəzərlə neçə saatdan sonra? Məsəl üçün, bu qəsəbədən çıxan var ha. Bu X2 tapmışam. Bu 2 saat yolda olub. Yəni ona nəzərən soruşsanızsa qəsəbədən çıxana görə 2 saatdan sonra görüşürlər.
Amma bu yazığa görə soruşursansa, şəhərdən çıxana bu 4 saat artıq yolda olub. İkisini 2 qoysam 6 saat. Ya bu 2 saat yolda olub, bu 6 saat. Sual qoyuş düzgündür. Amma ki burada bunlar cavabı buna uyğun götürmüşdülər deyəsən. Yəni ki, qəsəbədən çıxana uyğun. Amma normalda sizə məsələdə sual verəndə bu məsələnin şərhində o çatışmır. Deməlidirlər ki, hansına nəzərən? Başa düşdünüz? İndi burada 2 götürüblər. 96 olur B bəndi. Silirəm bunu. Narahat olmayın. Biraz beyniniz yenə də qarışıbsa, bunların hamısını işləyəcək. Tam oturacaq beyninizə. 97. Arada dincəl biraz, beynin yorulursa. Dincəl, çox tezdən bax videoya. Aralarındakı məsafə 800 kilometr olan iki stansiyada müxtəlif vaxtlarda qarşı-qarşı 2 qatar yola düşdü. Əcəb elədi. S 800 deyim, hələm gözlə. Görüşsələr 800 deyərsən. Görüşməsələr, məsafə qalsa 800-dən çıxarsan, həmin o məsafənin S olar. Yəni birinci qatarın sürəti 90, ikinci qatarın sürəti 88. Birinci qatar görüşənə kimi filan qədər yol getmişdir. Qatarların biri o birindən neçə saat əvvəl yola düşmüşdür. Şəkil çəksən çox daha rahat olsun da. Bax. Görüşənə kimi deyirsə əla, görüşüblər. S-im hələ 800-ə bərabərdir. Hindidən bir qıraqda yazım. S bərabərdir 800. Bax bura 800-dür. Lap üstündə yazım. 800. Bax bura bütöv 800-dür. Deyir, birinci qatarın sürəti 90-dır. Bax şəkillə bax. Şəkilsiz eləyə bilərsən. Şəkillə göstərəm ki, ikinci sürət neçədir? 88-dir. Lap burada yazalım. V1 bərabərdir 90, V2 deyiblər 88 yazdım. İndi deyir ki, birinci qatar görüşənə kimi 360 km yol gedib. Bax bu 360 km yol gedib. Bax bu 360 km yol gedib. Buradan bura kimi 360-dır. Bax buradan bu nöqtəyə kimi 360-dır. Onda bu neçə saat yolda olub? Bax birincisi. Mən buradan T1-i tapa bilərəm də. T1 bərabərdir. Daha uzatmıram da 360-ı 90-a bölürəm. Çünki 1 saat 90 gəlir. 360-ı neçədən 90-a 4 mü? Demək bu 4 saat yolda olub. Bunu tapdım. 4 saat. Hə, deyir ki, birinci qatar görüşənə kimi 360 km yol getmişdir. Qatarlardan biri o birindən neçə saat əvvəl yola düşmüşdür. Bilən problem yoxdur. Bax, bura 800 deyil. Hər şey əzbərlə gedmir də ümumi. 800-dən çıx 360. Neçə edir? 440. Deməli, bura 440-dır bura. Bunun da sürəti 88-dir axı. Onda bunun da sürət zamanı tabi eləndə sürəti 88 isə 440 km yol var. Bu nədir? Tezdən göstərirəm. Bu V-dir, bu S-dir də. S-i V-yə bölsəm T-ni tapıram da, yəni T2-ni. 448-ə bölsəm deməli bu 5 saat yolda olub. 5 saat yolda olub ki, 5 saat 8-dən 440-ını bu gedib, 360-ını bu gedib, oldu 800-də olmuş. Deyirsən, əla, burada heç V1, T1, V... Ay, ehtiyac yoxdur. Mən ona görə deyirəm ki, məntiqi tutun. Düsturu hər yerdə tapbatara işlətməyəcək ki. Normal da 360 km yol gedib, dili ilə deyir mənə. Mənə deyir ki, məsafə 800-dürsə, 360-ını bu gedibsə 440-ını bu gedib və deyir ki, bu 90 sürətlə gedib, bu 88. Bir dəfə 360-90-ı tapıram ki, 4 saat yolda olub. Bir dəfə 440-88-i tapıram ki, 5 saatı bu yolda olub. İndi sual bu qatarlardan biri o birindən neçə saat əvvəl yola düşmüşdür. Təbii ki, 1 saatda. Mən görüşən deyək ki, mən 4 saat yolda olmuşam, görüşmüşük də indi. Sən deyir ki, mən 5 saat yolda olmuşam. Deməli, sən məndən 1 saat tez çıxmısan da, ona görə 5 saat yolda olmuşsan. Bunu bilməyə nə var ki? Düz deyil. Saat 12-də görüşmüşük, amma 4 saat yoldayam, sən isə 5 saat yolda. Hə, deyirəm, onda sən məndən 1 saat tez çıxmısan da. Yəni, normal həyatda olan bir şeydir. Burada qeyri-adi bir şey düşünmüyor. 97-ci testin cavabı da oldu. A bəndi. Keçdik 98-ə. 98-də nə deyir? Stansiyadan sürəti 80 km/saat olan qatar yola düşdü. Əcəb elədi. 2 saatdan sonra isə o biri stansiyadan ona qarşı ikinci qatar yola düşdü. İkinci qatar yola düşdükdən 5 saat sonra görüşdülər. Stansiyalar arasında kim? Ha, görüşdülər deyirlərsə, görüşdülər. Onda elə isim 925 olacaq. Stansiyalar arasındakı məsafə 925 km olsa ikinci qatarın sürətini taparıq. Esim 925-dir. Bunu hindidən yazım başda. Çünki görüşüblər. Ona görə esim elə 925 götürdüm. Gedilən yol hələ ümumi məsafəyə bərabərdir. Hə, sonra qayıdıram bura. Stansiyadan sürəti 80 km/saat olan qatar. Yəni birinci qatarın sürətini 80-i yazdım bura. V1 bərabərdir 80. Deyir, 2 saatdan sonra o biri stansiyadan ona qarşı ikinci qatar yola düşdü. İkinci qatar yola düşdükdən 5 saat sonra görüşdülər. Bax, bura V1, T1 yazacağım. Bu heç. Həmişə belə yazıram ki, rahat olsun. Burada V2, T2. Mən hələ ki əlimdə birinci qatarın dəqiq məlumatı var ki, 80 km/saatdır sürəti. Və burada bir şey var. Deyir, ikinci qatar yola düşdükdən 5 saat sonra görüşdülər. İkinci qatar var. İkinci qatar aynı zamanı bildim. 5 saat. Deməli, o
Yola düşəndən 5 saat sonra görüşüblər ikinci qatar. İkinci qatarın getdiyi zaman nə qədərdir? 5 saat yolda olub. Mən burada birinci qatarın zamanında bilirəm artıq. Çünki burada demişdi ki 2 saatdan sonra o biri stansiyadan ona qarşı ikinci qatar yola düşdü. Yəni bu yolda olandan 2 saat sonra o yola düşüb. Deməli mən ondan 2 saat çox yoldayam. O 5 saat yoldursa mən 7 saat yoldayam. Fikrim aydın olur. Burada artıq normal düşünməlisiniz. Mən bunun üçün heç bir şey deməyəm. Hər şeyin düzgün çıxarmazlar ki. Normal düşünün də. Çünki məndən 2 saat sonra sən yola düşmüsən. Gəlirsən hələm deyirsən ki mən 5 saat yoldayam. Mən sən məndən 2 saat sonra yola düşmüsən. Sən 5 saat yoldasınız, mən 7 saat yoldayam. Ona görə də 7-ni yazıram. Vəssalam. Bir daha bu qalıb X deyirəm, mən də elə bunu soruşuram. Deyir ki, ikinci qatarın sürətini tapın. Düsturum hazırda S tapmaq üçün nədir? V1-i T1-ə vuram, V2-ni T2-yə vuram, toplayıram. Yəni 80 vur 7, elədir 560. Üstə gəl V2 vur T2, yəni ki 5x, 5-i vurdum X-ə. Bərabər olmalıdır isə V1 T1 plus V2 vur T2. Bu 925-ə. Burada 5x nəyə bərabərdir? Bu bura çıx 560 kimi keçir. Cavab olur 365. Düz elədim. 800, 925 düzdür. Burada 5 vur x-də x tapmaq üçün 362 5'ə bölük cavab olur 73. 350 o da 15 düzdür. X 73 tapdım, elə məndən də onu soruşurdu. 98-ci testin cavabı da oldu A bəndi. Silək bunu da keçək 99-a. Bu üstədir. Bir dənə baxın neçəyə kimidir bu. 109-a kimi. Az qalıb ki. Keçdik 99-a. Az qalıb, yəni ki 11 dənə qalıb da. 99. Bir Bakı ilə saatlı arasındakı məsafə 300 kilometrdir. Hələm estiməyəcəm, gözləyirəm. Saat 8-də sürəti saatda 50 kilometr olan avtobus Bakıdan saatlıya yola düşür. Saat 11-də saatlıdan saat 11-də saatlıdan avtobusa doğru sürəti saatda 25 km olan motosikletçi yola düşdü. Avtobus və motosikletçi saat neçədə görüşəcəklər. Qorxmayın. Çətin bir şey yoxdur. Lap siz tam beyninizə otursun, bir şəkil kimi çəkin. Bakı saatlı. Beynin açılsın da gələ. Bakıdır bura. Bu da saatlıdır. Deyir ki, Bakı ilə saatlı arası məsafə 300-dür. Görüş deyirlər ümumiyyətlə. Bir də ona itirdim mən. Görüşəcək deyirlər. Əla. Ümumi məsafə olsa neçə 300 idi. Bu heç bunu bilirəm olsa. Bakı ilə saatlı arasındakı məsafə 300-dür. Buradan bura qədər. Bir saat 8-də sürəti saatda 50 km olan avtobus. Bax, buradan bir də avtobus yola düşüb. Bax, avtobus Bakıdan, hə? Bakıdan sonra, bəli. Avtobus yola düşüb və bu avtobus sürəti neçədir? 50-dir. Yəni, saat 8-də söhbətə qalsın, narahat olma, 50. Vəziyyəti başa düşməyə çalış. Bakı saatlı. Bakıdan avtobus yola düşüb sürəti 50-dir. Ümumi məsafə də 300-dür. Qeyd edirsən də bir-bir. Deyir ki, Bakıdan saat 11-də hələm saatda qalsın. Saatlıdan avtobusa doğru, bax saatlar necə çıxır, avtobusa doğru sürəti saatda 25, bunu da yazdım, sürəti 25-dir. Olan motosikletçi, motosikletçi, motosiklet avtobus üzrə gəlir. Yola düşdü. Avtobus və motosikletçi saat neçədə görüşəcək? Mən birinci deyəm. Mən neçə saatdan sonra görüşəcəyini tapa bilərəm. Daha saat neçədə görüşəcəyini tapa bilərəm. Deyirsən, necə tapacaqsan? Deyirəm, bax, sən baxım. Qeyd aparam da buradan. Mən bilirəm ki, S-im olsa 300 olacaq. Niyə 300 olacaq? Çünki görüşüblər. Harada idi görüşəcəklər? Bax buradan. Görüşüblərsə, X-in bir yerdə getdiyi yol hələ ümumi yola bərabərdir. S-im 300-dür. V1-i mənə veriblər 50. V1 buna deyirəm də. Burada V2-ni veriblər mənə 25. Deyirsən, Allah bir yaxşı. T1 ilə T2-ni də X-dan yaza bilərəm. Necə yazacaqsan ayrılsın? Deyirəm də. Bu 8-11 boş-boşuna verməyiblər ki. Bu 8-də çıxıb, bu 11-də çıxıbsa 3 saat çox yolda oldu. Bu var ha, bu bir Bakıdansa bu 3 saat çox yolda olub. Çünki bunlar görüşəndə bu deyəcək ki, mən 8-də çıxmışam. O biləcək ki, mən 11-də. Deyəcək, mən sənə 3 saat çox yoldayam. Yəni məsələn 8-də çıxıb, məsələn deyirəm, 12-də görüşmədilər. 12 deməyək də 11-də bu biri çıxıb. 8-də görüşüb məsəl üçün də 2-də görüşmədilər. Bu biri deyəndə ki, 11-də çıxan deyəndə ki, mən 2-yə kimi 3 saatdır. 3 saat yoldayam. Deyirəm, mən 8-dən çıxmışam. 6 saat yoldayam. Səndən 3 saat çox yoldayam. Deməli, bu x saat yolda olursa, bu x plus 3 saat yolda olur. Bakıdan çıxan. Və saat. Düsturun dəyərində də V1 vur T1. Yəni ki, 50 vurulsun x üstə gəl 3. Üstə gəl, bunun getdiyi yol. V2 vur T2. Yəni 25 vurulsun x. Bərabər olmalıdır S-ə. Yəni 300-ə. Vurub açıram. 50 x-ə vuranda olur 50x. Üstə gəl 53-ə vuranda olur 150. Üstə gəl 25x
bərabərdir 300. Buradan da 50x ilə 25x toplanır. Olur 75x bərabərdir 150 də bu üzə keçir. 300-dən 150 çıxanda elə eləyir 150. Bax bu plus 150 çıx 50, 150 kimi keçdi. 75 vur x 150 isə x nəyə bərabərdir? 2-yə. 150-ni 75-ə böldüm. Hara yazdım sadəcə? Buraya yazdım. X bərabərdir 2-yə. Yəni biz tapdıq ki, bax bu V2 bu 2 saat yolda olub. Bu x-in yerinə 2 qoydum 5 saat yolda olub. İndi deyir neçədə görüşsəylər. Fərq yoxdur ya buna uyğun bax ya buna uyğun bax. Bu neçədə çıxmışdı? Buna uyğun baxson. Saat 11-də evdən çıxıb. Neçə saat yolda olur? 2 saat. Deməli 11-2 gələndə 13 sonunda görüşəcəklər. Ayrıca bəlkə buna uyğun baxson da eyni şey olacaq. Bu neçə saat yoldur? 5 saat. Bu neçədə çıxmışdı? 8-də. 8 ilə 5 gəldikdə də 13 sonunda verir. Deməli bunlar 13 sonunda görüşür. Onun görüş zamanı ikisinə də eyni olur. Deməli 13:00-da görüşürlər. 99-un da cavabı oldu B bəndi. Axırlarda təbii ki, çətinlər də var. Amma mən yenə deyirəm, burada artıq əzbər işə yaramır da. Sən sadəcə vəziyyəti başa düşsün, ələri təhlil elə, şəkil çək, rahatla, bax ona, şəkili çək, cümləni təhlil elə, ona uyğun sxemi beynində qur, canlandır, təsəvvür, riyaziyyət təkcə vurma bölmə deyil, təsəvvür gücün olmalıdır. Təsəvvür gücün içində oxuyub anlama qabiliyyətin olmalıdır. Qeyri-adi bir şey deyil. Oxuyub başa düşməyəcək, onun üçün də rahatlıq olmalıdır. Bunun hamısı bir-birinə əlaqəlidir. Çox uzadıram bilirəm, amma bu hissələr çoxumuz üçün vacib hissələrdir ona görə. Nəfəs alın. A və B şəhərlərindən sürətləri fərqi 5 km/saat olan iki velosipedçi qarşı-qarşıya hərəkət etdi və 4 saat sonra onlar görüşdülər. Görüşüblər. Deməli, esim elə ümumi məsafəyə bərabər olur. Çünki görüşüblər. Bunu indidən nəzərdə saxlayın. Bir dənə baxın, A və B şəhərlərin sürətləri fərqi yaxşı. Eyni anda hərəkət edilir, yəqin ki də, hələ başa düşülür. Sonra deyir ki, A və B şəhərlərin arası məsafə 100 km olarsa, eyni anda. Çünki demir ki, birisi ondan 3 saat qabaq, 5 saat qabaq. Amma desəydi eyni anda sözü daha yaxşı olar. Deyirəm, əlavə V1, birisinin sürətini x desəm, bilmirəm axı. İkinci sürət nə olacaq? Bax, bunların sürətləri fərqi 5-dir. Yəni, birisi o birisindən 5 artıqdır. Birisi x, o birisi x plus 5-dir. Adam var, burada 5, fərqi 5-dir. Onda x çıx 5-dir. Ay, x çıx 5-dir deyə bilərsən, problem yoxdur. Söhbət odur ki, arasında 5 fərq var da. Yəni biri neçəsə o birisi ondan 5 əksikdir və bir neçəsə o birisi ondan 5 artıqdır. Onun heç bir fərqi yoxdur. Yəni x plus 5 deyə bilərsən, x çıx 5 deyə bilərsən. Onsuz axırda ümumi cavabda eyni şey gəlib çıxırsan. Sürətlər fərqi 5 km olan iki velosipedçi qarşı-qarşıya hərəkət etdi və 4 saat sonra T-ni verib bizə 4, eyni anda da artıq burada. 4 saatdan sonra A və B şəhərləri arasındakı məsafə 100 km, A və B şəhərləri arasındakı məsafə 100. S də bərabərsə 100. S-in 300 götürdün Rasim, çünki görüşüblər. Ona gələn yolda 100-dür. Buradan düstur hasantda V1 plus V2 vur T bizə nəyə verirdi? S-i. Eyni anda onda V1 plus V2 vur T idi. V1 T1 deyil. Eyni anda onda V1 plus V2 vur T. Bunu bayaqdan tətbiq edir də. Yəni ki, V1-im x-dir, V2-im x plus 5-dir. V1, V2. Bunları toplayıram, vururam T-yə, yəni ki 4-ə. Mənə nəyə verməlidir? S-i, yəni 100-ü. Buradan da x-in x toplayanda olur 2x üstə gəl 5, bax bunun cavabı. Hasil digərlığa bölündə bunu tapıram da 25. 100-ü 4-ə böldüm. Burada 2x bərabərdir. Plus 5 çıx 5 kimi keçir. 25-dən 5 çıxanda 20. X də bərabərdir. 20-ni 2-yə böləm. Burada yazımda 10. X-i 10 tapdım. Burada x-in yanına 10 qoysam da olur 15. Sual nədir? Sürəti az olan sürəti tapın. Bunun sürəti 10-dur. Bunun sürəti 10 plus 5, 15-dir. Sürəti az olan 10-dur da. Məndən hələ onu soruşurdu. 100-cü testin cavabı da oldu. D bəndi. Silək bunu keçək 101-ə. Görək 101-də nə deyir? A və B şəhərlərindən sürətləri fərqi 3 km/saat olan iki avtomobil qarşı-qarşıya hərəkət etdi. Və 5 saat sonra onlar arasında qalan məsafə 30 km oldu. A və B arasındakı məsafə 195 km olarsa, daha sürətli olan avtomobilin sürətini tapın. Problem yoxdur. Birinci buradan neyi təyin edim oxuyanda? Rahat oxudum. Gördüm ki, eyni anda hərəkətdir. Eyni anda başlayıblar. Hardan bilsən? Əslində desələr yenə deyirəm. Daha yaxşı olardı. Amma burada görürsünüz, demir axı müxtəlif vaxtlarda və ya demir axı birisi o birisindən 3 saat əvvəl zat. Eyni anda deməli S bərabərdir. V1 plus V2 bu T düzündən istifadə edəcəm. Birinci S-dən başlayıram. S bərabərdir. Aradakı məsafə neçədir? A və B arasındakı məsafə 195-dir. 195-i buraya yaza bilmərəm. Niyə? Çünki gedilən yolum 195-dir. Görüşdü desəydi 195-i yazardım. Mən nə deyib? Deyir ki, aralarında qalan məsafə 30 oldu. Deməli 30-unu gedməyiblər. Yəni 195-in 30-unu gedməyiblər, qalanını gediblər. 195-dən 30 sıra deyirəm gedilən yol 165-dir. 195 bütöv gedmirlər də 30-u qalıb axı. Əzbər kimi də demişdim ki, belə olanda ümumi məsafədən
arada qalan məsafəni çıxır, sonra gedilən yolu verir. S bərabər 165 bunu yazdım. T-ni də açıq-aşkar görürəm 5 saat veriblər. T bərabərdir 5-i yazdım. Sürətlər də veriblər ki, sürətlərin fərqi 3 km/saat. Yəni birisi o birisindən 3 km/saat çoxdur. Aralarında 3 fərq var da. Yəni birisinin sürətinə x desəm, o birisinin sürəti x üstə gəl 3 olacaq. Yazdım 3 yazdım. X üstə gəl 3. Yəni bundan 3 artıq. X çıxış yaza bilərsiniz. Bunun fərqi yoxdur. Düsturumda S nəyə bərabərdir? V1 plus V2. Yəni x üstə gəl 3. X üstə gəl, bu üstə gəl, bu biri. V1 plus V2. Vur T. T'miz də 5'dir. Nəyə bərabər olmalıdır? S-ə. V1 plus V2 vur T. S-ə bərabər olaraq 165'ə. Burada bu mötərizənin cavabı x, 2x üstə gəl 3'dir. Bu mötərizənin cavabı. Bu da nəyə bərabərdir? Hasil bölsün digər vuruq da. 165'i 5'ə böləm. Olur 33. Düz böldüm. 150 düzdür. Burada 2x nəyə bərabərdir? Plus 3 çıxır 3 kimi keçir. 33'dən 3'ü çıxanda olur 30. 2 vur x 30'da x nəyə bərabərdir? Hasil digər vuruq 32'yə böldüm. Cavab olur 15. Buna baxın, sönməyib yox. X-i tapdıq 15. Yəni ki, birisinin sürəti 15'dir. Digərinin sürəti 15 üstə gəl 3, 18'dir. Sual nədir? Daha sürətli olan avtomobil sürətini tapın. 15, bu da 18'dir. 15 üstə gəl 3. Hansı sürətdir? Təbii ki, 18. 101'in cavabı da olur. A bəndi. Silək bunu da keçək 102'yə. 102. Burada müxtəlif zamanlardır. Biri 9'da çıxıb, biri 11'də çıxıb. Baxanda görəmişik. Kənddən şəhərə saat 9'da atlı yola düşdü. Burada hansı düz olacaq? S bərabərdir V1 T1 plus V2 vur T2. Çünki eyni anda döyürlər. Saat 11'də ona qarşı şəhərdən kəndə sürəti atlı sürətinin saatda 6 km saat çox olan velosipedçi yolu düşdü. Biri 9'da çıxıb, biri 11'də. Hələ moc velosipedçi söhbətə sonra baxarıq. Velosipedçi yolu düşəndən 2 saat sonra atlı ilə onun arasında 13 km məsafə qaldı. Kəndlə şəhər arasındakı məsafə 175 km olarsa, hər birinin sürətini tapın. Birincisi, S. İkisinin bir yerdə getdiyi yol nəyə bərabərdir? Eyni anda çıxsalar da, müxtəlif anda çıxsalar da yol eyni şeydir. Yəni ki, aralarındakı məsafə, kəndlə şəhər arasında məsafə 175 olsa da mən buna 175 yaza bilməm. Çünki görüşdü desəydi 175 yazardım. Amma burada deyir ki, 13 km arasında 13 km məsafə qaldı. Deməli, nə edirəm? 175'i bütöv gelməyiblər də, 13'ünü gedə bilmirlər. 175'in 13'ünü gedə bilməyiblər, məsafə qalıbsa. 175'dən 13'ü çıxıram, cavab olur 162. Deməli, gedilən yol 162'dir. İkisinin bir yerdə getdiyi yol 162'dir. Gəlirəm bura. 9-11 hələm qalsın bir qırağa. Atının sürətindən. Biri atlıdır, biri nədir? Bir də ona baxın. Atlı velosipedçi. Birisi nə? V-A yazacağım, atlı. Daha V1, V2 yoxdur, rahat olsun deyə mənə. O birisi nə idi? Bitirdim yenə də. Velosipedçi. Buna da V yazacağım hələ. Bilim də. T-lərinə də T-A yazacağım. Yəni ki, atlının zamanı. Burada T-V yazacağım. İndeksinə V2. Velosipedçinin zamanı. Bilim də. İndi qeydlərimi aparacağım. Nə deyir mənə? Kəndə sürəti, atlının sürətindən saatda 6 km saat olan velosipedçi yola düşdü. Deməli, sürəti atlının sürətindən saatda 6 km saat çoxdur. Velosipedçi yola düşdü. Bax, sürəti atlının sürətindən çox olan velosipedçi. Yəni, atlının sürətinə mən x desəm, velosipedçinin sürəti ondan 6 km saat çoxdur. Bunun sürəti x plus 6. Yəni, bu 1 saata x kilometr gelirsə, bu 1 saata ondan 6 artıq. Yəni, x plus 6 gedir. Yəni, bu 10 gelirsə, bu 16 gedir. Bu 20 gelirsə, bu 26 gedir. 6 artıq gedir. Bu cümlədən bunu başa düşdüm. Sonra deyir ki, velosipedçi yol düşəndən 2 saat sonra. Deməli, velosipedçi 2 saat yolda olub. Velosipedçinin zamanını 2 yazdım. Bax, indi bununla baxacağım. Atlı saat 9'da çıxıb, velosipedçi saat 11'də. Deməli, atlı velosipedçidən həmişə 2 saat çox yol geçsin. Düzdür? Mən 9'da çıxmışam, məsələn 11'də çıxmışam. Mən sənə 2 saat çox yolda olmuşam. Bax bu. Onda bu 2 saat yolda olursa, bu ondan 2 saat çox 4 saat yolda olur. Deyəm, əla. Və S nəyə bərabər olurdu? V1 vur T1, üstə gəl V2 vur T2. İndi bu da birlər, ikilərin yerinə A ilə V yazmışam da. Yəni, bu vurulsun bu, üstə gəl, bu vurulsun bu, mənə S verməlidir. Yəni, 162'nin x vur 4 olur 4x. Üstə gəl, 2 vur x plus 6. Bizə nəyi verməlidir? S-in də 162'dir. Təmliyim hazır. Bunu da paylama qanunu açacağım. Bax bunu. 2'nin x-ə və 6'ya vuracağım. O zaman 2x üstə gəl. 2'nin 6'ya vuranda 12 bərabərdir 162. Bu x-lar toplanır. 4x ilə 2x olur 6x. Plus 12 çıx 12 kimi keçir. 162'dən 12 çıxanda 150. 6 vur x 150'yə bərabərdir. X nəyə bərabərdir? 150'ni 6'ya böləm 25'ə. Qismi tapdım 25. Sual nədir? Hər birinin sürətini tapın. Biz atlının sürətini x demişdim. Bax, bunun sürəti oldu 25. X 25 tapmışam axı.
velosipedçinin sürətinə x plus 6 demişdik. X yenə 25 qoydum. 25 6 neçə? 31. Bunun sürəti oldu 31. Sürətləri 25-in 31-dir. Harda var? Y bəndində. 102-ci testin cavabı da oldu Y bəndi. Silək bunu da keçək 103-ə. 103. 103-də deyir ki, aralarındakı məsafə 223 km olan A və B məntəqələrindən eyni zamanda qarşı-qarşıya velosipedçi və motosikletçi yola düşdü. 3 saatdan sonra onlar arasında eyni zamanda beynimdə yorulub bir sözlə baxmağa çalışıram. Eyni zamanda deyib. Deməli S bərabərdir V1 plus V2 bu T düsturundan istifadə edəcəm. 3 saatdan sonra onlar arasında qalan məsafə 23 km oldu. Motosikletçinin sürəti velosipedçinin sürətindən 6 böyük olarsa motosikletçinin sürəti tam heç bir çətinlik yoxdur bu məsələdə. Birinci S-dən başlayacağam. Məntəqələr arasındakı məsafə 233-dür, amma mən 233 yazmayacağam. Niyə? Çünki görüşməyiblər. Hardan bildim? Burada deyib, bax, onlar arasında qalan məsafə 23 oldu. Görüşməyiblər. Aralarında məsafə qalıb. Deməli 233-ün 23-ünü gedə bilmirlər. Neçəsini gediblər? 233-dən 23 çıxacağam da. Olur 210. Deməli ikisinin bir yerdə getdiyi yol 210-dur. 210-dur ki 23-ü qalıb da. Məsafə 233-də axı 210-nu gediblər 23-ü qalıb. Artıq bunları bilirsiniz onsuz. S-i yazdım. T-ni də verib mənə 3 saatdan sonra. Allah, T də 3-dür. V1 və 2-ni də verib mənə. V1 və 2 necə verib? Rahat verib mənə. Axırda deyib ki, motosikletçinin sürəti velosiped bura. Motosikletçi və velosipedçi yazım ki, rahat olsun mənə də. V1 və 2-nin yerinə V motosikletçi, V velosipedçi belə yazdım. V1 və 2 də elə ki, prosta bilim də. Bir motosikletçinin sürəti velosipedçinin 6 və böyük olarsa, velosipedçinin sürətini mən buna x desəm, motosikletçinin sürəti onun 6 və çoxdur, 6 vur x-dir. Məsələn. Düsturum neydi? V1 plus V2 vur T mənə S-i verirdi. Yəni V1 ilə V2 6x ilə x topla olur 7x, V1 plus V2-də. Vursam T-yə, yəni 3-ə mənə S-i verməlidir. Yəni 210. Bunu 7x 3-ə vuranda olur 21x bərabərdir 210. Bu da 21 vur x deməkdir. X-də tapmaq üçün hasil deyil yavrular. 210-u 21-ə böldüm, x tapdım 10. Sualımız nədir? Motosikletçinin sürəti tapım. V mi? Onu görə yazdım ki, rahat olsun. Motosikletçinin sürəti 6 vur x demişdim, x-də 10 tapmışam. 6 vur 10 neçələdir? 60. Və salam. 103-cü testin cavabı da oldu. D. Silək bunu da keçək 104-ə. Bu üstədir. Yox, bu üstə yer yoxdur. 104. 104. Biraz belə çəkək. 104-ü oxuyuram rahat yerində. Aralarındakı məsafə 480 km olan C və D məntəqələrindən eyni zamanda, yəni V1 plus V2 vur T olacaq. Qarşı-qarşıya 2 avtomobil yola düşdü. Avtomobillərdən biri bu məsafəni 8 saata, o biri isə 6 saata gedir. 3 saatdan sonra avtomobil arasındakı məsafə neçə kilometr olacaqdır? Biraz dəyişiblər şərti, amma problem yoxdur. Sən gördün də burada nə idi söhbət? Burada söhbət o idi ki, eyni zamandadır. Yəni S bərabərdir V1 plus V2 vur T düsturundan istifadə edəcəm. Çünki eyni zamandadır. Birinci atdım, beyni yoxmu? S-i düşün. S-i mən 480 götürə bilərəm aralarındakı məsafəni. Diqqətlə bax. 3 saatdan sonra avtomobil arasındakı məsafə neçə kilometr olacaq? Yox. Hələm götürə bilmərəm. Çünki mənə demir onlar görüşəcəklər. Deyir ki, onlar arasında məsafə nə qədər? Yəni görüşməyəcəklər də. Çox güman ki. Deyirəm, yaxşı, o qalsın o desin. Onda bunu silirəm də, S yaza bilmirəm axı hələm. V1, V2 T ilə yaza bilirəm. Onlar yaza bilirsən Rasim. Necə? Bax V1. Birincinin sürətini verməyib baxır Rasim. Deyirəm, bax, belə bir şey verib də sənə. Avtomobillərdən biri bu məsafəni 8 saata gedir. Hansı məsafəni? 480 kilometrlik məsafəni. Düzdürmü məsafə? Gedməyib, deyir, getsə yəni gedər də. 8 saata gedir. Onda bunun sürəti tapmaq sənin üçün problem deyil ki. 8 saat 480 gelirsə, 488-ə böləm tapıram ki, bunun sürəti 60 km/saatdır. Düzdür və ya düsturuna bax. Bu S-dir, bu T-dir. V-ni sürət tapmaq üçün S-i T-yə bölürlər də, elir 60. İkincinin sürətini tapa bilərəm. Çox rahat. Çünki mənə V1 və 2 T lazımdır axı. S-i tapa bilmirəm buradan, hələm tam əmin deyirəm nə olacaq. Amma V1 və 2 T-ni tapa bilirəm. Baxıram, deyirəm, o biri deyir 6 saata gedir bu məsafə, yəni 480-i. 480-də 6-ya bölən neçə eləyir? 80. Tapdım, bu da sürəti 80-dir. Vay yəni də, bu S-dir, bu T-dir, V-ni sürət tapmaq üçün S-i T-yə bölən V-ni tapıram. Yəni ikincinin sürətini tapdım. 3 saatdan sonra deyirəm, aha T də var, əla. Mən də S tapa bilərəm buradan. S nəyə bərabərdir? V1 plus V2. 60 ilə 80-ə topladım. Neçə idi? 140. Vurulsun T. Yəni 3. Tapdım 420. Mən neyi tapdım? Yoxsun əvvələn deyək də. S-i sən tapmısansa, ikisinin bir yerdə getdiyi yolu tapmışsın. Hə, ikisi bir yerdə 420 gedir. Məsafə neçə idi? 480.
Mənim də o soruşurdu. Arada məsafə neçə kilometrdir? 480-in məsafə 480, 420-sini getmişik biz. Neçəsi qalıb? 480, 420 çıxıram 60. Demək aramızda 60 kilometr məsafə qalıb da. Cavab oldu A bəndi. 104 ilə də işimiz bitdi. Keçirik 105-ə. Yenə deyir, aralarındakı məsafə 428 km olan iki şəhərdən eyni zamanda, yenə də ağlıma gəlir ki, S bərabərdir V1 plus V2 vur T-dən istifadə edəcəm. Oxuduqca bu ağlıma gəlir. Qarşı-qarşı iki avtomobil yola düşdü. 3 saatdan sonra zamanı deyir, olmaz qalan məsafə 5 km oldu. Avtomobildə əla, başladım birinci S-dən. S-im 428 deyil. Çünki aralarında məsafə qalıb. Görüşməyiblər. Görüşsələr. Onda 428-dən 5-ini gedə bilmirlər də, qalanını gedə bilər. Çünki arasında 5 qalıb. Bu 5-i gedə bilmirlər. 428-dən 5 çıxıram, deməli 423 gediblər. Gedilən yol 423. 428-in 423-ünü gedə bilər ki, 5-i qalıb. S-in bax budur. T-ni də verib mənə açıq-aşkar 3 saat. 3 saatdan sonra aralığında 5 km məsafə qaldı. Sürətləri də belə verib mənə. X-la qeyd edəcəm bunları. V1, V2. Avtomobil birinin sürəti o birinin sürətindən 7 km/saat çoxdur. Yəni birisi sürətin X desəm, o birisi ondan 7 çoxdur. X plus 7-dir. Düsturu neydi? V1 plus V2. V1 X-dir, V2 X plus 7-dir. V1 ilə V2-ni toplayıb T-yə vururduq da. T-imiz də ki 3-dür. Bizə nəyi verirdi? Bu V1 plus V2 vur T, S-i 423. Əla. Buradan da birinci mötərizənin içində X-lar toplananda olur 2X plus 7. Və bu mötərizənin cavabını tapmaq üçün nə ilə? Bu vurulsun, bu buna bərabərdir. Hasil digərlığa bölsəm bunun cavabını tapıram da. Yəni 2X plus 7. 423-ü də 3-ə böləndə cavab olur 141. 300, 423 düzdür. Burada 2x nəyə bərabərdir? Plus 7 minus 7 kimi keçir. 141-dən 7-nin çıxanda olur 134. 2 vur x 134-ə bərabərsə x nəyə bərabərdir? Burada yazdım. 134-ü 2-yə böləcəm 67-yə. Bu sürəti 67-dir. Burada 67 qoysam, üstünə 7 gələndə 74. Yəni birisinin sürəti 67-dir, birisinin sürəti 74-dür. Sual nədir? Hələ 10 deyil. Hər qatanın sürətini tapın. Biri 67, biri 74. 105-in də cavabı oldu A bəndi. Keçdik 106-ya. 106. K və L şəhərlərindən sürətləri fərqi 6 km/saat olan iki velosipedçi qarşı-qarşıya hərəkət etdi. Və 3 saat sonra onlar arasında 30 km məsafə qaldı. K və L şəhərləri arasında məsafə 210 km olarsa, velosipedçilərdən sürəti çox olan 2 saata neçə kilometr yol gedər? Bax, tam oxudum, eyni anda, eyni sözünü yazmırlar, yazsalar daha yaxşı olur, hər dəfə edirəm. Yazmırlar, amma belə də baxanda görürsən ki, müxtəlif anlarda demir, biri o birisinin 2 saat əvvəl çıxıb demir, deməli, eyni anda çıxıblar da bunu nəzərdə tutmaq istəyir. Onda başlayaq. Birinci S-dən, yəni ki, eyni andadırsa S nəyə bərabərdir? V1 plus V2 vur T düsturundan istifadə edəcəm. Onda birinci S-imi təyin etməyə çalışıram. Məsələn, uzun olmaq, mənə qorxuzmur olsa. K və L arasındakı məsafə 210 km olarsa deyib. Yaxşı, mən 210-u götürə bilərəmmi? Görüşüblərsə götürəcəm. Baxın, görüşməyiblər. Bir onlar arasında 30 km məsafə qaldı. Yəni, görüşməyiblərsə onda ümumi məsafədən 30-unu gedə bilməyiblər. 30 qalıbsa, qalanını gediblər. Yəni 210-un 30-unu gedə bilməyiblər, qalanını gediblər. 210-un 30 çıxıram. Deməli, S-in bərabərdir 180. S qeyd edirəm. İndi V1, V2, T onlara da baxacağam. K və L şəhərlərin sürətləri fərqi 6 km/saat olan. Yəni sürətləri fərqi 6, o deməkdir ki, birisi o birisinin 6 artıqdır da. Birisinin sürətinə X desəm, o birisinin sürəti V2. Bundan 6 artıqdır. X plus 6-dır. Bunu da qeyd elədim. Zamanı verib də 3 saat sonra. Deyirəm, nə qəşəng. T bərabərdir 3-ə. Yəni, bu axırda suala baxaram. Problem yoxdur. Burada əlimdə bütün məlumatlar var. V1 plus V2. V1-im X-dir, V2-im X plus 6-dır. V1 ilə V2-ni toplayıb T-yə vururam, yəni 3-ə. Bizə neyi verir V1 plus V2 T? S-i. 180-ə bərabər olmalıdır. Mötərizənin içi əslində 2x plus 6 deməkdir. Bildiniz də, bunu x ilə x toplayanda 2x plus 6. Bu vurulsun, bu. Buna bərabərsə hasil digərliyə verirəm. 180 3-ə verirəm 60. Yəni mötərizənin cavabı 60 eləməlidir ki, 3-ə vuranda 180 olsun da. Yəni 2x plus 6 60-a bərabərdir. Bunda 2x nəyə bərabərdir? Plus 6 çıx 6 kimi keçir. 66 sanda 54. X də bərabərdir. Hasil digərliyə 54-ü 2-ə verirəm 27. X-in tapdım 27. Yəni birisinin sürəti 27-dir. O birisinin sürəti nə olacaq? X-in yəni 27-ni qoysam 76 yəni 33. Sual nədir? Velosipedçilərdən sürəti çox olan, 27-30 sürəti çox olan budur da 33. 2 saata neçə kilometr yol gedər? 1 saat 30 gedirsə 2 saat 2:33 gedər də 66. 106-cı testin cavabı da oldu C bəndi. Silək bunu da keçək 107-yə. 107. 107-ni oxuyuram.
saat 9-da K şəhərindən 9-11 zat söhbəti varsa, müxtəlif zamanlarda yol düşürlər, eyni anda yox. V1 vur T1 plus V2 vur T2. Yəni S bərabərdir V1 vur T1, üstü gəl V2 vur T2 üstündən istifadə edirik. Baxanda bunu beynində canlandırıram. Hə, K şəhərindən sürəti saatda 40 km/saat olan avtobus yola düşdü. Saat 11:00-da M şəhərindən ona qarşı motosikletçi yola düşdü və 3 saatdan sonra avtobusla görüşdü. Görüşdü. Bu mənə lazımdır. K və M şəhərləri arasındakı məsafə 260 km olarsa, deməli onlar arasındakı məsafə nədirsə gedilən yolum da odur. Niyə? Çünki görüşüblər. Deməli burada S-im 260-dır. Necə bir başa yazıram. Yaralı yerimi tapdım artıq. Vacib yerim daha doğrusu. Hə, gördüm ki, motosikletçi ilə nədən danışırlar? Motosikletçi bir opsiya nədir? Avtobusdan danışırlar. Mən V1, T1, V2, T2 yazmalıyım da, burada düsturum üçün. V1 vur T1, V2 vur T2. İndi V1, T1'in yerinə şey yazacağım. A və avtobus, biri neydi motosikletçi? V-A, T-A, V1, T1 də hələ bir ki. V-M, T-M. Kaçdırmı ki bu sözü? V1, V2'in yerinə bunu yazdım. Nə fərqi var ki? Avtobus və motosiklet. Düzdür, motosiklet idi. Sözlər yadımdan çıxır artıq. Avtobus, motosiklet. İndi bunu tapandan sonra sakit cümlələrin içindən tapacağım o məlumatları tap qoyacağım yerinə. Sonra V1 vur T1 plus V2 vur T2 düsturunu bərabər edəcəm 260'a, çünki mənə S verməlidir. Tənli yazıq, onu həll edəcəm su kimi. İndi başlayaq. Saatda 40 km, bax saatda 40 km olan avtobus o düşdü. Mən avtobusun sürəti 40. Bunu bura yazdım, qəşəng. Saat 11'də M şəhərindən ona qarşı motosikletçi yola düşdü və 3 saatdan sonra avtobusda görüşdü. Deməli motosikletçi 3 saat yolda olub. Bu cümlə də mənə motosikletçiyə aid daxil. Onun zamanını verdi. Sürət deyir ki, bu zaman tersinə yazdım 3. Amma buna 3 yazanda buna 5 yazacağım. O halına gəldi Rasimə. Bayaqdan onu danışırıq da. Bu 9'da çıxıb 11'də. Bu 2 saat tez çıxıb. Deməli bu ondan 2 saat çox yolda olur. Bu ondan 2 saat çox yol. Ya bu 3 saat yolda olursa bu 5 saat yolda olur. Motosikletçinin sürətini bir dənə verməyib. Buna da x dedim. Gələ. Ədədlər hamısı var. Bir də buna x diyəcəm. Tənliyin qulucu ilə. V1 vur T1. Yəni 40 vur 5. Elədir 200. Üstə gəl. V2 vur T2. Yəni ki x vurulsun 3. O da olur 3x. V1 vur T1. V2 vur T2 nəyə S verməlidir? Bu da 260. Burada 3x nəyə bərabərdir? 200 gedir, burası çıxır 200 kimi. 260'dan 200 çıxanda 60. 3 vur x 60 x də bərabərdir 63'ə böləm 20. Məndən də motosikletçinin sürəti soruşur. Motosikletçinin sürətində mən x demişdim. X-i də 20 tapmışam. Sualımın cavabı hazır. Vəssalam. 107-ci testin cavabı da oldu. A bəndi. Keçdik 108'ə. Görüm neçədən qalıb? 108. Hə, o yüzden də arda var da. Hə, hələm 108 eləyik, o yüzden baxarıq. Hə, bu 108 hə. 108. Oxuyuram 108-də çox rahat. Birinci məsələnin tipini təyin edirəm, sonra S-imi təyin edirəm, sonra qəşəng hamısını yerinə qoyub tənli kimi bir şey yaradıram. Saat 9:11 görən kimi deyirəm, aha, burada nədir? Müxtəlif zamanlardadır. Müxtəlif zamanlarda düstur nədir? S bərabərdir. V1 vur T1, üstə gəl, V2 vur T2. V1 T1'ləri belə yazacağım, V2 T2'ləri belə, S-i də belə. Hə, oxuyaq. Saat 9'da A məntəqəsindən B məntəqəsinə atlı yola düşdü. Saat 11'də ona qarşı B məntəqəsindən A məntəqəsinə sürəti atlı sürətindən saatda 6 km/saat çox olan motosikletçi yola düşdü. İndi mən burada V1 T1'lərin yerinə qoyunda yazım da. Biri nədir? Elə məsələn bunlar fikir vermirəm. Sadəcə bunlar rahat olsun deyə mənə də. Yəni atlı, birisi nə idi? Velosipedçi, motosikletçi. Hə, V1 T1'lər yox idi. Bunları belə yazacağam. VM TM V1 T1'in əvəzində motosikletçi ismi yazdım da. O birisi nə idi? Atlı. Hə, atlı. Bunu da VA-TA yazacağım. Əla. 9'da biri yola düşüb, 11'də biri yola düşüb. Atlı sürətindən 6 km/saat fərqləri var. Sonra var. Motosikletçi 3 saat sonra 9 km məsafə qaldı. A ilə B məntəqə arasındakı məsafə 9. Əla. Bir dənə qaldı S-imi təyin eləmək. S bərabərdir. Çünki bundan sonradan cümlənin içində tapmaq çətin görməliyəm. S-im aralarındakı məsafə 91'dir. Amma bunlar görüşməyiblər. Görüşsəydilər 91 yazardım bura. Bunlar nə olub? Arasında 9 km məsafə qaldı. Onda 91 km tam gedə bilmirlər. 9'u qalıb. 91'də 9 çıxıram, 82'sini qeyblər. Demək gedən yol 82'dir. Bunları bir-birinə vurub toplayacağım. Bu vur bu, bu vur bu, topla. Bərabər oldu 82. Tənliyim artıq hazırdır. Yəni tənliyimin skeleti hazırdır. İndi başlayıram bunları təyin etməyə. Bax rahat oxuyuram. Saat 11'də ona qarşı, yəni kimə qarşı? Atılan danışıblar da. Ona qarşı B məntəqəsindən A məntəqəsinə sürəti atının sürətindən saatda 6 km/saat çox olan
motosikletçi yola düşdü. Deməli motosikletçinin sürəti atının sürətindən 6 artıqdır. Atının sürəti neçədir ki, bilmirəm. Atının sürətini x desəm, motosikletçinin sürəti ondan 6 artıqdır. Cümlə bunu deyir. Yəni bu x-dirsə, bu x plus 6-dır. Əla. Sonra deyir ki, motosikletçi yola düşəndən 3 saat sonra. Deməli motosikletçi budur da, zamanını 3 yazacağam. Çünki 3 saat yolda olub. Hə, onda 60 saat yolda olub. Atlı 9-da çıxıb, o biri 11-də. Atlı 2 saat tez yola çıxıbsa, deməli 2 saat artıq yolda olub. Yəni motosikletçi 3 saat yolda olubsa, bu ondan 2 saat artıq 5 saat yolda olub. Əla. Tənliyimi quram. V1 vur T1, V2 vur T2. Yəni 3 vur x plus 6. Üstə gəl, 5 vur x. Bərabər olmalı neçəyə? 82-yə. Paylama qanuna vurub açıram. 3x-ə vuranda 3x. Üstə gəl. 3-ü 6-ya vuranda 18. Üstə gəl. 5x. Bərabərdir 82-yə. 3x-lə 5x toplanır olur 8x. Plus 18 çıx 18 kimi keçir. 82-dən 18 çıxanda olur 64. 8 vur x 64 isə buraya yazın. Bəli, x bərabərdir 8-ə. Atının sürətini tapdım. Bu da 8 plus 6. Neçə elədir? Burada yazın. 14. Sürətlərini tapdım ikisində. İndi sualımız nədir? Olarsa motosikletçinin sürətini tapın. Deyil motosikletçinin sürəti. 8-in 6 oldu, 14 yazmışdım. 108-in də cavabı oldu B bəndi. Silirəm bunu da. Keçirik 109-a. Bu üstəydir. 109 deyirsən. Hə, sonuncudur. 109 deyirəm. Keçici əks istiqamətlə hərəkətə, o da ki, növbəti videoda. 109. İki şəhərdən qarşı-qarşıya sürəti 60 km/saat olan motosikletçi və 80 km/saat olan velosipedçi yola düşdü. Motosikletçi saat 10-da, velosipedçi 12-də yola düşdü. Yəni, müxtəlif zamanlarda. Özü də bu 2 saat tez yola düşür. Yəni, bu 2 saat çox yolda olacaq. Artıq bunlar beynimiz öyrəşir də. Və onlar saat 13:30-da görüşdülər. Lap yaxşı elədilər. Şəhərlər arasındakı məsafəni tapın. Müxtəlif zamandır. S bərabərdir. V1 vur T1, üstə gəl V2 vur T2-dən istifadə edəcək. Bunu bildim. S-im də burada nəyə bərabər olacaq? Hələ şəhərlər arasındakı məsafəni verib də mənə. Yox, verməyib. Mən S-imi tapsam, gedilən yolda əslində S. Gedilən yolumu tapsam, elə şəhərlər arasındakı məsafəni verəcək. Haradan bildin? Çünki görüşüblər, hani? Görüşdülər. Deməli, hələ gedilən yolmu? Yəni S gedilən yolda axı. Gedilən ikisinin bir yerdə getdiyi yolu tapsam, hələ şəhərlər arasındakı məsafəni mənə verəcək. Çünki görüşüblər. Tamam, əla. Onda mənim üçün S-i tapmaq üçün mənə nə lazımdır? V1, T1. Çünki düsturun V1 vur T1, üstəgəl V2 vur T2 də axı. V2 və T2 lazımdır. Mən bunları tapsam, cümlələrin içindən, məntiqlə yerinə qoysam, bir-birinə vurub toplayacağam, S-imi tapacağam və salam. Şəhərlər arasındakı məsafəni tapacağam. Çünki gedilən yol ona bərabərdir. Sürətlər görürəm 60-80-dir, amma nə xəsən? Birisini yazdım 60, birisini yazdım 80. Amma bilim də bir dənə. Bunlar nədir? Motosikletçi. Qoy bura M yazım. Motosikletçi biləsiniz. Motosikletçi. Motosikletçi 60 yazdım da mən. Hə. Bu da velosipedçidir. Burada V yazın. V. Hə, V. Motosikletçinin sürəti 60-dır, velosipedçinin sürəti 80-dir. Bunları yazdım. Sonra deyir ki, motosiklet çox asandır. Bunlar motosiklet saat 10-da çıxıb, hə? 13:30-da görüşüblər. Deməli 10-dan 13:30-a kimi yolda oldu. Nə qədər yolda olub? 3 saat yarımda. 10-dan 13:30-a kimi nə qədər eləyir? 10-da çıxıb 13:30-da görüşüblər. 3 saat yarım. 3,5 ilə 3,5 saat. 3 saat 30 dəqiqədə. 30 dəqiqədə yarım saat deməkdir. Bir üstə də uzatmıram. Daha belə də yaza bilərsiniz. 3,60-da 30. Yəni onsuz bunlar ixtisar gedir. Olur 2-də 1, 2-də 1 də 10-da 5 deməkdir. Da buraları uzatmıram da. Bura kim gəlib çıxmışsa bunları göydə bilirsiniz də. Normal həyatda olan şeydir. Bu biri də velosipedçi 12-də yola çıxıb. Neçə saat yolda olur? 1 saata 13 olur, bir də yarım saat. 1,5 saat. Düzdür, saatla yazsam. Hə, deyə bilərsiniz, axı 1 saat 30 dəqiqə. Deyirəm, 1 saat 30 dəqiqə, sonra dəqiqəni saatı çevirəndə 30-dan 60 yazırsan, olacaq 60-da 30, o da 2-də 1 deməkdir. Yəni 1,2-də 1, 1,5, 1,2-də 1-lə 1,5 eyni şeydir, axı onluq kəsəcək. Əla, bu həll eləməyə nə var ki? Gəl, S bərabərdir, hazırdır. V1 vur T1, yəni 60-ı 3,5-ə vuram olur 210. 180 olur, düzdür. Üstə gəl. V2 vur T2, yəni bunu buna vuram. Bu da eləyir 120. 80 olur, 40, 120. Və sam. 210 ilə 120 toplayıram, 330. 330 haradadır? D bəndində. 109 ilə da işimiz bitdi və ümumiyyətlə qarşı-qarşı hərəkəti bir nəfəsə başdan ayağa bitirmiş olduq. Məncə çətin bir şey yoxdur. Baş sındırıb, ən azından ən zəif başa düşənlərimiz video tezdən baxıb, bir yerdə şey elə başa düşməyə çalışsa, məntiqində demişik. Cümlə analizində demişik ya, söz görüşdü, budur, buna baxdım eyni zamandır, budur. Bu söz, yəni hər sözün təhlilini belə vermişik də. Ta ki məntiqlə qavramırsansa belə baş sındırıb, videoya baxıb baş sındırıb hər sözü son yadında saxlamağa çalışsın. Ən pis hal deyirəm də əzbərləmək istəyənlər üçün
Bu videodan sən qarşı-qarşı hərəkəti su kimi öyrənməlisən. Su kimi. Ən çətinləri də var idi burada. O da çətin deyil əslində. Qoy sənin üçün, sən zəif başa düşsən də güya zəif başa düşürəm deyənlər üçün də, qoy sən bunun içindən 3-ünü 5-ini eləyə bilmə də. Əgər baş sındırsan doğrudan da. Belə çox danışmaq istəmirəm. Bu video burada bitir. Növbəti video ekstraqamentli hərəkəti keçdik. O bundan da asan olacaq. Buradakı məntiqi tutmusunuzsa ekstraqamentli hərəkətin də düsturu eyni olacaq, amma məntiqi biraz fərqli olacaq. Göydə tutacaqsınız. Artıq sürət məsələsindən qorxmayın. Addım-addım hamısını keçdik, hamısını tutacaqsınız. Belə ürəklə, həvəslə işləyin, çətinlik çəkdiklərinizdə mənə WhatsApp qrupumuzda sual verin, bir yerdə müzakirə edək. Bu videoluq bu qədər. Diqqətinizə görə çox sağ olun. Sağ olun.